Salam, axşamınız xeyir, xoş gördük, hörmətli müəllimlər. Ümidvaram ki, yaxşısınız, bütün işləriniz qaydasındadır. Deməli belə, səsimə görə üzr hesab eləyin, bir qədər xəstəliklə əlaqədar səsimi düzəldə bilmirəm. Həm də dərslərə görə bu formada alınıb. Öncəliklə qrupumuza yeni daxil olan müəllimləri salamlayıram, xoş gəlmisiniz. Qoşulduğunuz ilk mövzu Eee, çox önəmli mövzudur. MİQ-ə hazırlaşan müəllimlər üçün çərçivə sənədlərinin demək olar ki, ilk mövzusudur. Sertifikasiyaya hazırlaşan müəllimlər üçün isə təbii ki, keçirilən növbəti bir mövzudur. Yəni MİQ-ə hazırlaşan müəllimin əslində keçəcəyi ilk dərsdir çərçivə sənədi üzərindən. Sadəcə biz Karl Dweck nəzəriyyəsində başlamışıq deyə ilk onunla həmin nəzəriyyə də MİQ-ə də sertifikasiyaya düşür. Deməli, bugünkü dərsdə danışacağımız məsələ inteqrasiyadır. Amma önəmli və vacib mövzudur. Həm MİQ sertifikasiyada hər ikisində situasiya sualı olaraq qarşımıza çıxır bu mövzu. Və hal-hazırda sizə verəcəyim izah mövcud heç bir kitabda yoxdur. İnşallah ki, qarşıdakı aylarda bizim vəsait çıxanda orada bu izahı görəcəksiniz. İmtahanda istifadə olunan sual nümunələri, tipləri məhz bizim sizə verəcəyimiz izah üzərindən hazırlanır. Yəni burada sizə danışacağım məsələlərin formasında sizə sual düşəcək. Bu qaçılmaz mövzudur. İnteqrasiya mütləq bilinməlidir. Əhəmiyyəti budur. Bugünkü təlimdə çox uzun çəkməyəcək təlimimiz, yəni 2 saatlıq təlimlərdən deyil. İnteqrasiyanın mahiyyətini müəyyənləşdirəcəksiniz və inteqrasiyanın növlərini fərqləndirəcəksiniz. Əsas vacib məsələ nəyə toxunacağam? Bu vaxta qədər bizim bildiyimiz nə idi və bu bizə niyə yanlış təqdim olunmuşdu? İndi artıq onun düzəliş olunmuş forması necədir? Yəni dünyada necə idi, bizə necə yanlış təqdim olunmuşdu? Biz həmin düzəlişi sizə nümayiş etdirəcəyik izahları ilə. Ümumiyyətlə, inteqrasiya nədir? Adından göründüyü kimi bizim söz deyil, latın sözüdür. Integer sözündən gəlib. Bütövləşmə deməkdir. Yəni, iki və yaxud da daha çox fənnin mövzusunu birləşdirir. Eyni zamanda bir fəndə keçirilən bir neçə dərsi arasında əlaqə yaratmaq, öyrənməni həyatla əlaqələndirmək kimi izah edirik bunu. Çünki öyrənmə kompleks bir anlayışdır. Təəssüf ki, bizim real mühitdə öyrənmə bu kompleks anlayış olmasını itirib artıq. Bizdə uşaqlar da, elə müəllimlər də, cəmiyyət olaraq gözləntimiz də çevrilib olub ancaq DİM imtahanına uşaq hazırlaşdırmaq üzərinə. Cəmiyyət istəyir ki, onun övladı ali məktəbə qəbul olsun. Valideyn cəmiyyətin tərkib hissəsi olaraq müəllimdən ancaq qəbul imtahanlarına lazımlı olan məsələləri keçməsini istəyir. Hər şey bunun üzərinə fokuslanıb. Uşaqlar qruplara ayrılıb, hər kəs öz o blokuna, qrupuna aid olan fənləri oxumaqla mükəlləf olduğunu hesab eləyir. Amma gerçək təhsil bu aspektdə qurulmayıb. Gerçək təhsil belə deyil. Biz inteqrasiyanı ona görə öyrənirik ki, bütövləşmə nədir? Uşağın məktəbdə keçdiyi siniflərə görə 15-16 fən ki var. Bunlar hamısı elm dediyimiz anlayışın bir hissəsidir. Bunların hamısını öyrənəndə, bir-biri ilə əlaqəli qrubu öyrənəndə, nə bilim, bir-biri ilə əlaqələndirəndə tapşırıqları, dərsləri, öyrənilən məsələni ortaya təbii ki, bütün fənlərdən biliyi, bacarığı olan müasir dövrün tələblərinə cavab verən bir şəxsiyyət yetişib çıxır ortaya. Bizdə isə məktəbin bu şəxsiyyət yetişdirmək funksiyası düşüb 150-ci yerə.
Halbuki məktəbin bir nömrəli funksiyası şəxsiyyət yetişdirməkdir. Heç bir məktəb qəbul imtahanına uşaq hazırlaşdırmaq, qəbul imtahanına uşaq yetişdirmək vəzifəsi daşımır. Bu məktəbin qanununda da belədir. Məktəbin vəzifə funksiyaları arasında qəbul imtahanına uşağı hazırlaşdırmaq deyə bir şey yoxdur. Sadəcə biz din imtahanını həyatımızın elə bir önəmli hissəsinə gətirib yerləşdirmişik ki, insanların həyatı din imtahanına görə iki qrupa bölünür. Bu imtahanı verə bilənləri bir qrupa ayırırıq, verə bilməyənləri bir qrupa ayırırıq. Bir imtahandan bu qədər asılı olmamalıdır bir cəmiyyətin gələcəyi olan o uşaqların həyatı. Və bu inteqrasiya məsələsi ona görə bizim gözümüzdə bir qədər bəsit, sadə, heç nəyə yaramayan, imtahan mövzusu kimi görsənir. Çünki praktikada, iş mühitində mən də müəllim işləyirəm. Bu məsələyə baxmırıq. Hətta nazirlik belə məktəblərin reytinqini 9-cu sinifin buraxılış imtahanlarının nəticələrinə görə hazırlayır. Dövlətin prizmasından baxanda belə bizdə şəxsiyyət yetişdirməklə bağlı olan funksiyamız təbii ki, sənədin üzərində bu birinci yerdədir. Amma reallığa gələndə bu məsələnin üzərində biz o qədər də düşünmürük, baş sındırmırıq. Çünki valideyn də bunu tələb eləyir, e, və cəmiyyət də bunu istəyir bizdən, məktəb rəhbərliyi də eyni şeyi tələb eləyir. Uğur, nailiyyət də insanların gözündə müəllimdə bu hesab olunur ki, uşaqlarının çoxu universitetə girdi, 700 bal topladı və s. Bu məsələyə görə biz o fənlərin hamısını öyrənmək məsələsini, fənlərin bir-birinə əlaqəsini, kamil bir insan olmaq üçün hər şeydən heç olmasa nəsə anlayışın olması məsələsini belə deyək, inkar edirik. Məsəl üçün, əvvəlki təhsil sistemində bir çox xüsusiyyətləri bəyənmirik, amma əvvəlki təhsil sistemində bu bloklara bölünmə məsələsi yox idi deyə e, o dövrdə təhsil alan uşaqlar demək olar ki, indi burada yuxarı nəsildən məndən yaşca böyük müəllimlər də bunu təsdiqləyər ki, demək olar ki, bütün fənlər barəsində məlumat sahibi idilər. Amma indi artıq 6-cı, 7-ci sinifdən etibarən uşaq özünə bir blok seçir, qrup seçir və qərar verir ki, ancaq o qrupa hazırlaşacaq. Yerdə qalan digər fənlərə qarşı barmaqarası yanaşır, deyir ki, mənim blokumda, qrupumda o yoxdur. Hətta deyək ki, tarix müəllimiyəm mən, dərs keçirəm 6-cı sinifdə parfiya dərsi. Uşaq soruşur ki, müəllim, bu qəbul imtahanına düşür. Deyirəm ki, yox, düşmür qəbul imtahanına. Deyir ki, onda müəllim keçməyək də bunu. Bu paraqrafı boş keçsə, keçək növbəti dərsə və yaxud da ki, əvvəlki dərsi təkrarlayaq. 6-cı sinifdə hələ bəlkə də 5 il sonra blok məsələsi ləğv olunacaq, imtahan sistemi yenilənəcək, artıq indidən belə fokuslanıb. Yəni belə bir zəmində inteqrasiyanı sizin üçün belə həyati əhəmiyyətli mövzu kimi təqdim etmək çox çətin məsələdir. Ona görə bu pafoslu çıxış eləmək məcburiyyətindəyəm ki, dünyada bu inteqrasiyanı ona görə çox önəmli sayırlar ki, müəllimlər hər kəs öz fənninin xüsusiyyətlərinə yaxın olan, əlaqələndirə bildiyi digər fənlərlə maksimum şəkildə əlaqə qurmalıdır. Uşağın beynində məktəbdəki bütün proses vahid şəkildə təsvir olunmalıdır. 14-15 fən keçir, hə bundan 3 buraxılış, 3 dənə də bloka lazım olan 6-sı mənə lazımdır. Yerdə qalan 8-9 fən mənə lazım deyil kimi təsəvvür yaranmamalıdır. Amma bizim reallığımız təbii ki, bu məsələnin əleyhinə işləyir. Ona görə də biz inteqrasiya niyə belə qlobal mövzudur, niyə e, bunun üzərinə e, baş sındırırlar, qabaqcıl təhsil sistemləri niyə bunu tətbiq etmək üçün çalışırlar məsələsi bizə biraz yad, qəribə gəlir ki, bircə bu mövzunu öyrənsəydim, imtahanımı keçsəydim, situasiyamı yazsaydım, canım qurtarardı. Bu cür yanaşırıq ona görə də bu inteqrasiya mövzusuna, amma belə deyil. Və niyə dərsdə inteqrasiya həyata keçirilməlidir sualı yenə də çıxır qabağımıza. Dedi ki, inteqrasiya şagirdlərə bizə nəyi aşılayır müəllim olaraq? Onu aşılayır ki, şagirdlərə keçdiyimiz fənlərdəki bilikləri ayrı-ayrı yox, bir-biri ilə bağlı şəkildə görməyə imkan verməsi lazımdır inteqrasiyanın. Yəni elm bir hörümçək toru kimi bir-biri ilə isə bağlı bir anlayışdır. Hər bir fən öz prizmasından o hörümçək torunun bəlli bir hissələrini təşkil edir. Və eyni zamanda şagird məktəbdə keçdiyi fənləri elə ancaq bu axırda dimin imtahanında, Mələkə xalanın imtahanında istifadə eləməsi üçün öyrənməməlidir.
Biz bunun üzərinə çox fokuslanırıq ki, bax bunu öyrən, bu sənə sabah sual düşəcək. Nə bilim, bunu öyrən, 30 sualın içində bu mövzudan mütləq sual olacaq. Çünki özümüz də təfəkkür olaraq hələ bizə yad gəlir də ki, əslində bizim məktəbdə öyrətdiyimiz şeylər sadəcə bir imtahan üçün deyil. Uşağa bütün həyatı boyu lazım olacaq bilik, bacarıq öyrətməliyik ki, həyatda onun qarşısına çıxacaq hansısa bir problemi həmin o dərsdə öyrəndiyi məsələ ilə öyrənsin, aşsın. Yəni dərsdə öyrəndikləri həyatda onun köməyinə çatsın. O son zəng ssenarilərinin birinci cümləsində deyilir, müstəqil həyata ilk qədəmlərinizi qoyursunuz. Bax, o qədəm qoyanda geriyə dönüb bir dənə məktəbə sual vermək lazımdır ki, 11 il ərzində biz o müstəqil həyata qədəm qoyanda onun başına gələcək hadisələrdən belə deyək də sığortalanmaq üçün və yaxud da ki, maneələri aşması üçün 11 il ona nə verdi? Böyük bir ritorik sual kimi qarşıda qalır. Ona görə də fənlərin bir-biri ilə əlaqələndirilməsi, yəni inteqrasiyanı dərsdə reallaşdırmaq, şagirdlərdə tənqidi, analitik, yaradıcılıq kimi yüksək səviyyəli 21-ci əsr bacarıqları formalaşdırmaq lazımdır və bunun üzərində iş aparmaq lazımdır. Çünki bu formada 21-ci əsrə hazır şəxsiyyət yetişdirmək olar. Bu bilirsiniz, yəni indi bizim yetişdirdiyimiz uşaqlar, məktəbdə dərs dediyimiz uşaqlar təxminən 2030-un sonu, 2040-ın əvvəllərində artıq müstəqil həyata qədəm qoyacaq, iş bazarında özünə iş axtaracaq şəxsiyyətlər olacaqlar. Bunlar texnologiyanın, elmin daha da inkişaf etdiyi, hələ indidən artıq bir çox məsələlərdə e, inkişaf pik səviyyədədir. Artıq süni intellekt aləti kimi bir alət var ki, həyatımızın bir hissəsi kimi bizə tərkibimizə daxil olub. Yəni biz bunu istəsək də, istəməsək də müəyyən məsələlərdə istifadə edirik. Yetişdirdiyimiz, indi dərs dediyimiz uşaqların isə həyatının tam mərkəzində yer alacaq. Artıq istəməsə məsələsi yoxdur. İstər-istəməz o həmin o süni intellektlə rəqabət apara bilməlidir, özünə həyatda mövqe qazana bilməlidir, iş qura bilməlidir. Əmək bazarında öz yerini qazanmalıdır. Amma biz onu 20-ci əsrin bacarıqları ilə yetişdirəndə, elə bilin ki, 21-ci əsrin müharibəsində hamı dronla, nə bilim, tankla, tüfənglə müharibə aparır. Biz uşağın əlinə taxta qılınc verib savaşa göndərmiş kimi oluruq. Get Allah kərimdir, başqa bir çarə qılarsan yəqin ki. Bu cür kör-körənə göndərməməliyik əslində. Bunu dərk eləməliyik, şuur olaraq bunu qazanmalıyıq. Ona görə də inteqrasiyanı reallaşdırmaq çox vacibdir. İnteqrasiya dərsdə öyrənilən biliklərin praktiki tətbiqini gücləndirir. Biz ancaq hər şeyi o nəzəri perspektivdən getməliyik. Bunu oxu, onu oxu, hər şeyin qaydasını öyrədirik. Amma onu tətbiq etmək, həyati problemdə bu sənə necə kömək olacaq, bu məsələ üzərinə getmirik. Bizim təfəkkür olaraq beynimizdə var ki, mən dərsimi keçdim uşağa, əla gözəl. Səhər gün gəldi, dərsimi soruşdum, nə bilim, sual-cavabımı elədim. Sonra da qabağına bir 15 suallıq, 10 suallıq testi qoydum. Uşaq yazdı. Qurtardı da müəllim olaraq mən nə varmalıyam. Halbuki taksonomiyaya çevirəndə bu olur cəmi aşağı təfəkkür səviyyəsi. Dünya bunları 20-ci əsrin ortalarında keçib artıq. Ona görə biz o dünyadakı olan təhsil trendlərini geridən gələrək təqib edirik. Onlar bu şeyləri artıq keçiblər. Bizim hal-hazırda kurikulum deyirik, yeni sistem. E, Dünyada artıq bunun adını qoyublar ənənəvi sistem. Təsəvvür edirsiniz. Biz indi hal-hazırda o Sovetin yadigarı olan təhsil sistemimizə ənənəvi deyirik. Bu kurikuluma təzə deyirik. Amma dünyada artıq kurikulumun özünü belə ənənəvi adlandırırlar. İnkişaf etdirərək yeni perspektivlər üzərində çalışırlar. İndi sabahdan bunu dəyişdirməyə çalışsaq çərçivə sənədində bütün ölkəyə necə deyərlər, ajotaj yaranacaq ki, yenə də biz öyrənib qurtarana qədər dəyişdi məsələ. Halbuki artıq 2010-ların ortalarından etibarən, 2010-15 arasından etibarən dünya artıq kurikulumun özünə belə ənənəvi sistem adı verib. Biz bunu təzə kimi hələ tam qavrayıb götürənə qədər dünyada artıq bu köhnəldi. İndi yeniyə keçməyə çalışırıq. Məsəl üçün keçdiyimiz sistemlərdən biri Sinqapur sistemidir. Son beynəlxalq qiymətləndirməyə görə dünyada birinci yerdədir Sinqapur. Bunu götürməyə çalışırıq, amma
Nə dərəcədə götürürük, bunu gələcək göstərəcək. Yəni inteqrasiya bizə kömək eləyir ki, uşağın dərsdə öyrəndiyi məsələ ilə həyatda qarşılaşacağı problem arasında körpü yaradaq. Uşaq indidən görsün ki, mənim bu gün müəllim dərsdə nələrsə öyrətdi, sabah mən müstəqil həyatda mən bundan istifadə eləyərək bir dərdimi, sərimi, problemimi həll edə biləcəm. Riyaziyyat öyrənirəm, sadə əməllər öyrənirəm. Niyə öyrənirəm? Sabah məni hansısa bir ticarət əsnasında aldatmasınlar. Budur məsələnin mahiyyəti, inteqrasiyanın mahiyyəti budur. Dediyim kimi bizdə amma bu perspektivdən baxmırıq məsələyə. Biz fikirləşirik ki, bu qəbulda lazımdır, lazım deyil. Lazım deyilsə atırıq kənara. Lazımdırsa, bu öyrənmək lazımdır. Yəni sırf o qəbuldakı 30 sualı yazmaq baxır, dar çərçivədən baxırıq da belə deyək. Hə, nə başınızı ağrıdım? İnteqrasiyanın dünyada qəbul olunur 5 növü. Və uzun illərdir ki, bizim istifadə elədiyimiz yeganə dəstək taimin vəsaiti olduğu üçün taimin vəsaitində bu 5 növ interpretasiya olunaraq 3-ə endirilib. Yəni biz inteqrasiya deyəndə 3 növ deyirik. Fən daxili, fənlər arası, fən üstü. Amma dünyada bu 5 yerə bölünür. Daha geniş baxırlar məsələyə, daha perspektiv genişdir. Yəni daha çox hissələrə ayrılırlar. Bu adların təbii ki, bunları öyrənməyə ehtiyac yoxdur. İndi bunları tezdən biz qruplaşdırıb yenə eyni formaya gətirəcəyik. Vəsaitdə də bunu vermək üçün çox düşündük bunun üzərindəki necə verək. 5 forma versək, yenə ölçəcək ki, vay sən gündə bir dənə şey çıxardırlar, dəyişdirdilər yenə kurikulumu. Yəni kurikulumu dəyişmirik, biz həqiqəti veririk. Dünyada bu 80-ci illərin ortalarından, 83-cü ildə Kolumbiya Universitetinin bir məqaləsi var. Professor elmi məqalə yazıb, bunun haqqında elmi iş dissertasiya yazıb ki, inteqrasiya tədris prosesində necə olur, hansı hissələrdən ibarətdir. Sadəcə Taim o vaxtı bunu götürüb bu məqaləni dilimizə tərcümə edəndə İstər-istəməz o tərcüməçinin fikirləri qarışır da məsələyə. Çünki hər hansısa bir vəsait bir interpretasiyadır. İnsan oxuyur kitabı, orijinal mənbəni. Öz sözləri ilə onu bizim dilimizdə yazıb. İndi necə başa düşüblər, necə qavrayıblar, o formada təsvir ediblər. Ona görə də inteqrasiyanın 5 növünü 3-ə endirmişik. Deməli, bizdə bu interdisiplinar inteqrasiya bizdə bu olub fən daxili. Transdisiplinar fənn üstüdür. Fənn üstü. Ortadakı bu üç dənə ki var, cross-disiplinar, multidisiplinar və interdisiplinar, bunların hər üçünü biz elə fənn daxili olaraq öyrənirik. Bir növ o tarixdə paleolit dövrünün mərhələləri var ya, alt, orta, üst paleolit. Əslində beynəlxalq aləmdə bu fənn daxili adlandırdığımız hissə o alt, orta, üst olaraq üç yerə bölünür. Bizim nümunəyə gələndə isə biz bunların üçünə də kobud formada ümumiləşdirib fəndaxili adı vermişik. Ona görə də bizim imtahan situasiyalarını son 2 ildə dəyişdirmişik deyə imtahan situasiyalarında inteqrasiyanı tapmaq çox çətinləşib. Müəllimlər çıxırlar, belə imtahandan sonra böyük bir ağlaşma prosesi başlayır. İndi biz o ağlaşmaya düşməyək deyə nələr var, bu məsələni dərindən öyrənəcəyik. İntradisiplinar, yəni bizim cəmiyyətin fəndaxili adlandırdığı inteqrasiya. Adını yenə deyirəm, ehtiyac yoxdur öyrənməyə. Elə biz bunu fəndaxili tanıyırıq. Bu bir fənnin çərçivəsindən, prizmasından bacarıqların əlaqələndirilməsidir. Yəni mən tarix dərsi keçirəm, tarix uşaqda bir neçə bacarıq formalaşdırır, həmin bacarıqları bir-birinə əlaqələndirirəm. Başqa fəndən işim yoxdur. Öz fənnimin daxilində şagirddə formalaşdırdığım bacarıqlar arasında əlaqə yaradıram. Mahiyyəti budur intradisiplinarın. Bunu dilimizə yaxşı tərcümə ediblər. Elə fəndaxili gözəl tərcümədir. Yerinə düşür. Yalnız bir fənnin çərçivəsindən. Misal üçün, nümunə də göstərim sizə. Məsələn, sazilər dövləti mövzusu keçirik və yaxud da istənilən fəndən bir dənə mövzu düşünün öz fənninizdən. Bunu keçən zaman həmin mövzunun müxtəlif xüsusiyyətlərini uşaqlara öyrədirik. İndi bizdə sazləri necə öyrətmək olar? Tarixin sahəsi bəllidir də. Siyasi quruluşunu öyrətmək olar, iqtisadiyyatını öyrətmək olar, hərbi sistemini öyrətmək olar. Bunların hamısını biz bir-birinə əlaqəli şəkildə dövlət olaraq uşağa təqdim edirik. Kitabda yazılanı oxuduruq uşağa.
Xəritə varsa, xəritənin üzərində dövlətin yerini göstəririk. Neçənci illərdə yaranıb süqut edib onu göstəririk. Hökmdarının adını deyirik. Nə bilim, belə də bu cür dövlətinə aid bildiyimiz bütün məlumatları dərsin içində uşağa verməliyik, öyrədirik. Çünki bunlar hər biri bir bacarıqdır. Tarixin 5 məzmun xətti var. Tarixi zaman, məkan, dövlət, şəxsiyyət və mədəniyyət. Bir dövlət prizmasından sazilər bu 5 aspektin hamısına baxırıq. Digər fənləri də eyni şey. Yəni bir paraqrafın içərisində siz hansısa bir qanun öyrədirsiniz deyək fizikadan. Həmin qanunu kim yaradıb, hansı məqsədlə yaradıb, qanunun tətbiq düsturu nədir? E, deyək ki, biz sənayedə onun harda tətbiqini görürük. Hər tərəfli o qanunun işləmə prinsipi nədir, nəyə əsaslanır, düsturu nədir, cəmiyyətdə harda istifadə olunur, hamısını öyrədirik uşağa. Şiirin başqa fənlə heç ilə əlaqələndirmirik. Sırf o qanunun prizmasından, o qanunun ortaya çıxmasından sənayedə tətbiqinə qədər, düsturuna qədər hər şeyini öyrədirik. Fənnimizin prizmasını tam əhatə edirik. Bax, bu fən daxili inteqrasiyadır. Ona görə də biz deyirik ki, müəllim tədris etdiyi fənnin məzmun xəttlərini əzbər bilməlidir. Məzmun xətti nə idi? Bir fənnin şagirddə formalaşdırdığı bacarıqlardır. Misal üçün, ölçmə, hesablama. Bu, riyaziyyat fənninin şagirddə formalaşdırdığı bacarıqdır. Tarix fənnindən, tarix müəllimindən bunu tələb eləmək olarmı ki, sən uşaqda ölçmə, hesablama bacarığı formalaşdır? Mümkün deyil. Tarix müəllimi bunu eləyəmir, çünki fənni buna imkan vermir. Hər fən şagirddə bir neçə bacarıq formalaşdırır və həmin bacarıqlara biz məzmun xətti adını veririk. Ona görə də hər bir müəllimin əzbər bilməli olduğu yeganə detaldır ki, fənninin məzmun xəttlərini bilməlidir. Deməli, bu interdisiplinar dediyimiz dilimizə tərcümə olunur. Necə? Yerində fən daxili olaraq adlanır. Yəni, biz paraqrafı keçəndə fənnimizin şagirddə formalaşdırdığı bir neçə bacarığı paraqrafın bütün xüsusiyyətlərinin içində uşağa təqdim edirik. Uşaqda həmin bacarıqları formalaşdırırıq. Bu asandır. İndi gəlir beynəlxalq aləmin cross-disiplinar dediyi anlayış. Cross-disiplinar bizə gəlib çıxıb fənlər arası. Fənlər arası. Fənlər arasının ən sadə forması da alt fənlər arası deyək buna. Cross-disiplinar. Bir fənni başqa bir fənnin prizmasından öyrənməkdir. Bax, bunların hamısına görə biz fənlərarası kimi tərcümə ediblər dilimizə. Dünyada da yenə deyirəm, bunları amma ayrı-ayrı növə ayırırlar. Biz ayırmayacağıq. Hamısını fənlərarası adı altında yığırıq. Nə demək istəyir ki, bir fənni başqa fənnin prizmasından öyrənmək? Misal üçün, belə bir nümunə yazmışam ki, şagirdlər İpək yolu mövzusunu tarixdə öyrənir, amma onun iqtisadi əhəmiyyətini əvvəllər fakultativ əsaslı fən var idi, iqtisadiyyat fənni. Onun baxış prizmasından qiymətləndirirlər. Misal üçün, başqa məsələ, Qarabağ xanlığı mövzusunu biz tarix prizmasından oxuyuruq kitabdan, amma onun coğrafi sərhədlərini kitabda olan xəritə üzərində baxırıq. Hansı xanlıqlarla qonşu olub, hansı dövlətlər əhatəsində olub, yerləşdiyi coğrafi mövqe niyə əhəmiyyətli idi. Bax, bunlar hamısı coğrafiyanın prizmasından qiymətləndirilməlidir. Yəni, mən dərsdə coğrafiya dərsi keçmirəm. Mən dərsdə elə tarix dərsi keçirəm. Mən dərsdə Qarabağ xanlığı öyrədirəm. Amma onun coğrafi əhəmiyyətini mən məcburam ki, uşağa coğrafiya fənninin prizmasından izah edeyim. Ona görə deyirik ki, bu fənlərarasının ən alt səviyyəsidir. Yəni, mərkəzdə rol oynayan əsas məsələ tarix fənnidir. Digər coğrafiya fənninin mən dəstək olması üçün istifadə edirəm. Çünki xəritə göstərirəmsə uşağa, məcburam ki, coğrafiyanın prizmasından bu xəritəni izah edeyim. Çünki xəritə məsələsi istər-istəməz danışdığım dövlətin coğrafi mövqeyinin izahı verilməlidir. Bax, budur məsələ. Məqsədim coğrafiya öyrətmək deyil uşağa, məqsədim tarix öyrətməkdir. Sadəcə coğrafiyanı bir vasitəçi kimi istifadə edirəm ki, uşaq həm də öyrəndiyi dövlətin hansı coğrafi ərazidə olduğunu şuur olaraq, tarix olaraq dərk eləsin. Bu nədir? Fənlərarası inteqrasiyadır. Bir fənn mərkəzdədir, onu öyrətmək məqsədi ilə digər fənni ona kömək kimi istifadə edirəm. İndi gəlir bu multidisiplinar. Daha biraz mürəkkəb. Fərqli fənləri yanaşı işlədirəm. Artıq bunlar bir-birinə kömək eləmir, yanaşı işləyirlər. Yəni,
Mövzular ayrı-ayrılıqda öyrədilir, amma ümumi o tematik olaraq birləşdiricidir. Bir növ salat hazırlamaq kimidir. Salat hazırlayanda da siz ora bir neçə inqrediyentlər daxil edirsiniz. Nə bilim, ən məşhurundan deyək də paytaxt salatı, stoliçni salat. Bir neçə ingredient daxil edirsiniz. Bunların hamısını sadəcə mayonez qataraq birləşdirirsiniz. Əgər kimsə sizi məcbur eləsə ki, bunların hamısını ayırın, istəsəniz bunu ayıra bilərsiniz. Deyək ki, qaroqları götürərsiniz, nə bilim, əti ayırarsınız, kartofu ayırarsınız, istəsəniz. Çünki hamısı kubik-kubik doğranır, istədiyiniz vaxt onu ayıra bilərsiniz. Bu multidisiplinar inteqrasiyada fənlər arasının orta səviyyəsidir. Fənlər arasının orta səviyyəsidir. Yəni burada da fənləri bir mövzuya baxış prizmasından yanaşı qoyuruq, amma istəsək ayıra bilirik. Misal üçün, orta əsr şəhərləri mövzusu, tarix kitabında belə çoxlu mövzular var. Erkən orta əsr şəhərləri, orta əsr şəhərləri və s. Şəhəri götürürük, bir dənə şəhər fikirləşirik. Yəni, Avropada və yaxud da Azərbaycanda şəhər. Misal üçün, Bərdə ağlıma gəldi. Şəhərlərin formalaşması və inkişafını tarixi zaman baxımından öyrənirəm. Yəni tarix fənnindən baxıram Bərdə şəhərinə ki, Bərdə şəhəri nə vaxt meydana gəlib, necə inkişaf elədi, hansı dövlətlərin mərkəzi rolunu oynayıb, buna baxıram. Sonra coğrafiyadan. Bərdənin inkişafında coğrafi mövqeyinin, yerləşdiyi mövqeyin, iqlimin, ticarət yolları üzərində yerləşməyin rolu nə idi? Və eyni zamanda iqtisadiyyat fənninin prizmasından baxıram. Bərdədəki o məşhur kürkü bazarı ki deyirik, onun funksiyası, Bərdədə olan sənətkarlığın funksiyası, Bərdənin elm mərkəzi kimi formalaşmasının mahiyyəti nədir, niyə bu şəkildə inkişaf elədi? Yəni burada mən sırf Bərdə şəhərini öyrənirəm. Sadəcə, yəni vahid məsələyə baxıram, Bərdə şəhərinə. Şəhərin formalaşması tarixinə tarix fənnindən baxıram. Coğrafi mövqeyə coğrafiya fənninin prizmasından baxıram. O bazar məsələsinə, iqtisadiyyatın inkişafına isə iqtisadiyyat prizmasından baxıram. Yəni fikir verin, fənn bir-birinə qarışmadı. Nə coğrafiya tarixə qarışdı, nə tarix coğrafiyaya qarışdı, nə iqtisadiyyat bunlara qarışdı. Hərəsi öz çərçivədən baxır. Amma baxdığımız məsələ vahiddir. Yəni bir mövzunu qoyub bir neçə fəndən o mövzuya baxıram. Xüsusən mədəniyyət mövzuları, ticarət mövzuları, sonra bu cür şəhərlərlə bağlı mövzular bu cür bir neçə fənnin prizmasından baxılası mövzudur. Deməli, dünya buna özünə məxsus ad verib multidisiplinar. Biz daha kreativ millət idik. Buna da fənlərarası deyirik keçir. Çünki nə var nə var bir neçə dənə fənn istifadə olunur içərisində. İndi bir də var bu interdisiplinar, daha mürəkkəbi. Artıq yenə fənlərarasıdır, amma fənlərarasının üçüncü mərtəbəsidir. Yəni ən üst fənlərarası. Burada artıq fənlərin bilik və metodları da birləşir. Yeni bir nəticə yaranır. Yəni artıq burada istəsəm də fənni ayıra bilmirəm. Bir növ sizin şorba bişirməyiniz kimidir. Şorba bişirən zaman, sup deyirik də, sup bişirən zaman içərisinə yenə daçin salata qatdığımız kimi müxtəlif inqrediyentlər qatırıq. Amma hamısını blenderdan keçirdirik. Artıq kimsə gəlib bizi məcbur etsə ki, ora qatdığın nəysə onun tərkibindən ayır. Ayıra biləcəyikmi? İstəsək də mümkün deyil. Hər şeyi blenderdan keçirəndə hamısı toz dənəciyi boyda olur. Və ortaya da yeni bir məhsul məsələ çıxır artıq. Bax, interdisiplinar odur. Yəni fənlər artıq bir-birinin içinə elə keçir ki, burada ayırd eləmək olmur məsələnin mahiyyəti nədir. Misal üçün, yenə buna da bir situasiya nümunəsi nümayiş etdirək. Səfəvilər dövlətinin güclü olmasının amilləri, Səfəvilər dövlətinin güc amilləri. Uşaq bu məsələni necə izah edə bilər? Eyni şeyi zəifləməsi üçün də deyə bilərik. Zəifləməsinin səbəbləri, o daxili, xarici səbəbləri də izah edəndə eyni şeyi deyə bilərik. Uşaq Səfəvilər dövlətinin necə gücləndi anlayışı sualına cavab vermək üçün başlayır bir neçə xüsusiyyətləri izah etməyə. Birinci təbii ki, ən primitiv də tarixi faktları analiz edir. Şah İsmayılın dövlət yaratma prosesində o deyək ki, Lahacandan yola çıxıb getməsini izah eləyə gəlir, ətrafına birləşən tayfaları izah eləyə gəlir. Bu cürlə hamısını tarixi prizma ilə gedir. Sonra bu ətrafına tayfaları, nə bilim, şəhərləri və sair əlavə elədikcə, riyazi qrafiklərdən Səfəvilər dövlətində əhalinin artımını da
göstərir bizə. Kompleks yanaşır da məsələyə. Sonra coğrafi sərhədlərlə, coğrafi xəritə ilə necə Şah İsmayıl ərazisini genişləndirdi, bunları izah edə göstərir. Kim məsəl üçün filan əraziyə getdi, həmin ərazidə tabe elədi, özünə qoşdu. Və yaxud dövləti yaradandan sonra Dərbəndi tutdu, Dağıstanı tutdu, deyək ki, Mərv döyüşündə Şeybaniləri məğlubiyyətə uğratdı, Amudəryadan Fərata qədər geniş əraziləri ələ keçirdi. Bax, belə bir ərazi genişlənməsində xəritə ilə izah eləyir. Eyni zamanda dövlət düzləndiyi üçün burada bir təbəqələr də mövcuddur. İndi biz buna nə deyirik? Ali feodal təbəqəsi deyirik də. Kəndliləri də hissələrə bölürük, feodal təbəqəsini də bölürük. Burada sosioloji amillərdən başlayır izah eləməyə. Yəni nəticədə bunları bir-birindən ayırmaq mümkün deyil də. Uşaq burada bizə Səfəvilərin güclənmə prosesini bir neçə fəndən, xüsusiyyətlərindən istifadə edərək izah edir. Yəni artıq burada fənlər bir-birinə qarışır. Birini çıxarsan, o biri artıq orada qala bilməyəcək. Tarixi faktları çıxarsan, Səfəvilərin güclənməsi məsələsi mənasız olacaq. Coğrafi xəritəni çıxarsan, tutduğu ərazilərin adını çıxarsan, yenə də o izah kamil olmayacaq, model kompleksi olmayacaq. Bax, burada da yenə də bir neçə fənn istifadə olunduğu üçün yenə də fənlər arasıdır. Dünyada bunu deyirlər ki, yəni uşağın bunu eləyə bilməsi, müəllimin dərsdə bu cür inteqrasiyanı tətbiq eləyə bilməsi fənlər arasının ən üst səviyyəsidir. Ümumiyyətlə, yəni bunları biz ayırmırıq. Yenə deyirəm, interdisiplinar, multidisiplinar, cross-disciplinar biz üçün önəmli deyil. Biz bunların hamısına nə deyirik? Elə fənlərarası deyirik. Çünki illərdir artıq ölkədə belə yayılıb. Biz onun çərçivə sənədində və sair dəyişməyə çalışsaq da böyük qırğın dava düşəcəkdir. Ona görə də biz də elə vəsaitdə bunları belə sakitcə fənlərarası adlandırırıq. Üç mümkün yolla düzəldi fənlərarası. Bir daha qayıdırıq. Deməli, adı yenə qoyuram kənara. Dediyim kimi, bunlar bizi qorxutmasın. Biz buna baxmırıq. Biz elə bunların hamısına nə deyirik? Fənlərarası deyirik. Deməli, soruşsalar ki, fənlərarası inteqrasiya necə olur? Biz deyirik ki, fənlərarasını üç müxtəlif üsuldan düzəltmək olur. Birinci, iki fənn istifadə edirəm. Birini öyrədirəm uşağa, amma o birini həmin onu öyrətmək üçün köməkçi kimi istifadə edirəm. Bu birinci yoldur. İkinci yol odur ki, hər hansısa vahid bir məsələyə, bir mövzuya iki müxtəlif fənnin prizmasından eyni vaxtda baxıram. Belə də ola bilər, yenə fənlər arasıdır, çünki iki fəndir. Bir də ən o sonuncu forması bir məsələyə bir neçə fənnin prizmasından baxan zaman bu fənlər bir-birinin içərisinə elə qarışır ki, yəni birini çıxarsam o izah tam kamil olmayacaq. Əslində biz ən pik səviyyə uşaqlara fənlər arasında bu formada öyrətməliyik ki, uşaq fənni bir-birindən əhəmiyyətli, əhəmiyyətsiz olaraq ayırmamalıdır. Uşaq bilməlidir ki, ona nəyisə izah eləyəndə texnologiya fənni də lazım olur, musiqi də lazım olur, yeri gəlsə fiziki tərbiyə də ona lazımdır. Hər bir fənn uşaqda müəyyən bacarıqlar formalaşdırır. Elə fənlər var ki, onlar idraki bacarıq formalaşdırır, yəni beyni inkişaf etdirir. Elə fənn var, mənəviyyatı inkişaf etdirir, yəni sosial-emosional vəziyyəti, emosiyaları, hissləri, affektiv inkişaf yaradır. Elə fənd də var ki, psixomotor, hərəki bacarıqlar formalaşdırır. Yəni fiziki tərbiyənin məsəl üçün mahiyyəti budur. Ki, uşağın hərəki bacarıqları inkişaf eləsin. Yəni, ancaq uşaq 1-ci saatdan 8-ci saata qədər ancaq beynini doldurla eləyə bilmərik. Fiziki tərbiyə də var ki, uşağın fiziki aktivliyi artsın. O passiv vəziyyətdə yaşamasın həyatını. Ona görə də əslində biz öyle fənn üstü inteqrasiyanın ən üst səviyyəsini daha çox reallaşdırmağa çalışmalıyıq dərsdə ki, uşaq hər bir məsələyə öyrəndiyi bütün fənlərin prizmasını qarışıq formada tətbiq edə bilsin. Hə, indi gəlirik fənn üstüyə. Ən çox insanları çaşdıran budur. Fənüstü inteqrasiya. YouTube-da çoxlu izahlar görə bilərsiniz. Hərdən mənə də kəsitlər atırlar müəllimlərin izahından. Çox təəssüf ki, bir çox izahlar tamamilə yanlış formada izah olunur və müəllimlər bunu bu cür qəbul edib. Gedib imtahanda bu formada suallara cavab verməyə çalışırlar və nəticə etibarilə keçən il inteqrasiya sualı düzgün cavablandırma faizi 4% idi. Təsəvvür edirsiniz, imtahana girən müdavimlərin 96 faizi 96 yüzdə neçə idi də, yəni 4-dən bir qədər aşağı idi düzgün cavab faizi. Yuvarlaqlaşdırıb dedim, suallara səhv cavab verib. Niyə? Çünki yanlış izah verilib. Yanlış izah verildiyi üçün yanlış mənimsəyiblər, nəticədə ortaya belə şey çıxıb. İndi transdisiplinar, yəni dünyanın ən üst səviyyə inteqrasiya hesab elədiyi məsələ. Biz buna deyirik
Fənüstü inteqrasiya. Adını yaxşı qoymuşuq. Deyici öldür, haqqın yeməyə adı yaxşıdır, fənüstü. Amma bu üst haradır, nədir, nəyi nəzərdə tutur? Burada deyir ki, uşağa öyrətdiyimiz biliklər fənnin sərhədlərini aşmalıdır artıq. Yəni ancaq elə fən prizmasından baxıb uşaq o dar çərçivədə qalmalıdır. Hə bu paraqrafı öyrənim, paraqrafın altındakı sual və tapşırıqları yazım, paraqrafa aid KSG-ni yazım, məsələ bitsin. Bu çox dar çərçivədir, dar prizmadır. Bununla inkişafa nail olmaq olmaz. Fənüstü inteqrasiyanı belə izah edirlər ki, fənnin sərhədlərini aşıb yeni bir bilik, bacarıq, məhsul yarada bilməkdir. Yəni, uşaq dərsdə o paraqrafda öyrəndiyi, sizin ona öyrətdiyiniz ki, nəsə ki var, indi istənilən mövzuya aid, həmin onu götürüb öz həyatı problemini həll etmək üçün istifadə etməlidir. Və yaxud da aid olduğu cəmiyyətin, icmanın, ailənin probleminin həllində bu öyrəndiyi biliyi istifadə etməyi bacarmalıdır. Bax, bunu istəyir fənüstü inteqrasiya. Yəni, fənüstü inteqrasiya dediyimiz şey, bu öyrənməni həyatla əlaqələndirmə izahı deyir. Ya, bax, bu çox bəsit izah kimi qalır. Öyrənməni həyatla əlaqələndirmə sözünün altında böyük bir fəlsəfə yatır. Demək istəyir ki, insanın o fəndə, dərsdə, paraqrafda öyrəndiyi, qazandığı bilik, bacarıq həqiqətən də real həyatı probleminin, qarşılaşdığı hansısa məsələnin, yalnız özünün yox, aid olduğu cəmiyyətin, icmanın, hətta ailəsinin fərdinin hansısa dərdində istifadə olunmalıdır. Uşaq misal üçün həyat bilgisi dərsində öyrənir nəyi? Misal üçün şəkərli diabet xəstəliyini. Şəkərli diabet xəstəsi nə etməlidir qida rasionunda, hansı dərmanları qəbul etməlidir və s. Fərz eləyək ki, bunu öyrənir. İndi bunu müəllim fənüstü inteqrasiya necə eləyir? Uşağa tapşırıq verir ki, deyək ki, sən öz ailə üzvündə, hamının ailəsində bir çox adamlarda şəkərli diabet məsələsi və yaxud da onun yaranma ehtimalı olan ailə üzvü var. Həmin o ailə üzvü üçün bir qida rasionu hazırla, həmin ailə üzvü üçün deyək ki, dərmandan istifadə qrafiki hazırla. Bax budur. Real həyatı probleminin həllində bu dərsdə öyrəndiyin biliyi faydalı şəkildə istifadə eləmək. Budur fənüstü inteqrasiya. Misal üçün, keçən də bir izah göndərmişlər mənə. Videodan kəsib atıblar ki, bəs müəllim belə deyir. Deyir ki, fənüstü inteqrasiya ancaq məktəbdən kənarda olur. Belə bir izah verib müəllimə. E, Fənüstü inteqrasiya ancaq məktəbdən kənarda olur. Yaxşı, gözəl. Onda belə çıxır ki, biz sinifdə heç cür fənüstü inteqrasiya edə bilmərik. Çox məntiqsiz bir izah olur da. Fənüstü inteqrasiya məktəbin kənarda olur məsələsi yanlışdır. Yəni biz paraqrafı içində nəsə bir uşağa bilik veririk və onun da həyatda harda istifadə olunacağını uşağa elə sinifdə məşq elətdirə bilərik. Fənüstü inteqrasiya bizdən bunu tələb edir. Misal üçün, belə bir situasiya nümunəsi var. Deyək ki, bir layihə üzərində işləyirik. İsmailiyyədə tarixi irsin qorunması adlı layihə veririk. Deyirik ki, deməli, uşaqlar, İsmayılda bir çox tarixi abidələr var və biz bunların qorunması üçün bir layihə hazırlamalıyıq. Ola bilər ki, bu layihəni yaxşı alındırıb qrant müsabiqəsinə göndərdik. Uşaqlara tapşırıqlar verir. Tarixi abidələrin siyahısını hazırla. Təbii ki, bu tarix fənnindən gəlir. Coğrafi xəritə üzərində İsmayılda hansı abidə harda yerləşir, onu müəyyən elə. Bu coğrafiya. Turizm potensialını qiymətləndir. Burada artıq yenə coğrafiya, iqtisadiyyatdan da baxmaq olar. Abidələrin qorunması üçün bir təkliflər paketi hazırla ki, səncə bu tarixi abidələri dağılmaqdan, diqqətsizlikdən mühafizə etmək üçün nə etməliyik? Bu artıq bir vətəndaşlıq borcudur da, bu mənəvi məsələdir. Həm də bir vətəndaş olaraq vəzifələrimizin siyahısında yer alır. Eyni zamanda bir broşür və yaxud da bir buklet, bir təqdimat hazırlar. Burada da bizim İKT sahəsində biliklər, dizayn sahəsindəki biliklər lazımdır. Fikir verin, mən bu layihəni icra elətdirəndə şagirdlərə mənim məqsədim elə ancaq tarix öyrətmək deyildi ki. Məqsədim real həyatı bir problemin, İsmayıl rayonunda yerləşən tarixi abidələrin dağılmasının deyək ki, qarşısını almaq
uşaqların da bununla bağlı bir şuurunu formalaşdırmaqdır. Yəni, fənn üstü inteqrasiyanın situasiyalarında fənlərdən istifadə olunur, amma istifadə eləyən zaman müəllimin məqsədi fənn öyrətmək deyil. Burada mənim məqsədim bu situasiyadır. Nə tarixi öyrətməkdir, nə coğrafiya öyrətməkdir, nə iqtisadiyyatı öyrətməkdir, nə İKT öyrətməkdir. Heç biri deyil. Mənim məqsədim burdakı uşağın qazandığı artıq sahib olduğu bacarıqlardan istifadə eləyərək onun həyatı bir probleminin və yaxud da cəmiyyətimizin hansısa bir probleminin həllinə çalışmaqdır. Yəni burada tarixi istifadə edirəm bu layihə üçün, coğrafiyanı da bunun üçün, iqtisadiyyatı da bunun üçün, hər şey bunun üçün. Fənn üstü inteqrasiya budur. Yəni fənn üstü inteqrasiyanı sinifdə reallaşdıran müəllimin məqsədi uşağa fənni öyrətmək deyil, artıq bunu aşıb. Bunun üstündən keçib. Uşaq artıq o fənnə aid bəlli bilik, bacarığa sahibdir. Məqsədi odur ki, uşaq bunu həyati situasiyada istifadə eləyə bilsin. Fənn üstü inteqrasiya bax budur. Real həyati problemin həllində görüm mənim bu dərsdə öyrətdiyim biliyi o istifadə eləyə biləcək, yoxsa eləyə bilməyəcək. Bunu görmək üçün müəllimdir. Yəni burada situasiyalarda, imtahan situasiyada nümayiş etdirəcəm sizə, cavabı tapmağa çalışacağıq. Məqsəd budur, hörmətli müəllimlər. Fənn üstü inteqrasiya olması üçün situasiyanın cavabının. Bir situasiyada müəllimin uşağa tapşırıq verməsi formasında yazılır da imtahan situasiyası. Bu situasiyaya baxacağıq ki, müəllimin məqsədi nədir burada? Fənni öyrətməkdirsə, bu fənlərarası və yaxud da fəndaxili inteqrasiya olacaq. Yox, müəllimin məqsədi hansısa real həyatı problemin həlli üçün fənni səfərbər etməkdir. Bu zaman fənn üstü inteqrasiya cavabını seçəcəyik. Bu prizmadan baxanda, situasiyada bunu axtaranda cavabı %100 tapacaqsınız. Ümumiləşdirsək, ümumiləşdirsək deyəcəklərimizi, bayaqdan danışdıqlarımızı ki, nədən söhbət elədik? Deməli, interdisiplinar biz bunu adlandırdıq bizim nümunədə fən daxil. Yəni siz artıq bütün həqiqətlərə hakim oldunuz. Mən bu adları heç birini çəkmədən ancaq elə fən daxili, fən arası, fən üstü deyə izah verə bilərdim. Amma istədim ki, bütün o elmi əsasını görəsiniz. Sonra imtahanda deyirlər, sual yazanda ki, nədən yazırlar özləri də bilmirlər və yaxud da yazan adamın nə bilim prosesdən xəbəri yoxdur, məktəbdə dərs demir. Orada iştirak edən adamlardan birim mən. Məktəbdə də dərs deyirəm. Gördüyünüz kimi elmi əsasından da xəbərimiz var. Hamısında izahını verə biləcək səviyyədəyik. Yəni burada imtahandan sonra danışan adamlara çox da fikir verməyib. Bəzən deyirlər, verəcəm apellyasiya, nə bilim, gedəcəm sübut eləyəcəm özə. Yaxud da gedib deyəcəm ki, sübut eləmənə görüm bunun cavabı niyə belədir. Hamısının elmi əsası var. Hamısının elmi mənbəsi var. Və belə deyən adamların heç biri apellyasiya vaxtı gəlmir. 3 ildir mən bu işlə məşğulam. Apellyasiyada hələ bir nəfər adam görməmişəm ki, gəlsin desin ki, bax bu niyə belə budur? Mən düşünürəm ki, belədir və bunu belə sübut eləyirəm. Sən də mənə sübut elə ki, niyə burada C çıxır cavab? Belə video çəkib bu birləşdirməyə də rahatdır, amma heç kəs apellyasiyaya gəlib bunu sübut edə bilmir. Deməli, intradisiplinara biz fən daxili deyirik, transdisiplinara fən üstü deyirik. Ortadakı bu üç dənə hamısına isə nə deyirik? Fən daxili deyirik. Da bunları səviyyələrə falan ayırmırıq. Soruşanda uzaqbaşı deyirik ki, fən daxilinin 3 müxtəlif yolu var. Deməli, yox, üzr istəyirəm, burada məlumat ötürülməsi biraz yanlış getdi. Fən daxili deyil, bura fənlər arası yazacaqdım. Birdən yadımızda belə qalar. Fən daxili var orada artıq. Burada deyirik buna nə? Fənlər arası. Deməli, buradakı şeyləri qoyuruq kənara. Bunlar bizə lazım deyil. Sadəcə həqiqəti bilməyinizi istədim. Ona görə də birbaşa izahı sizə elmi əsasları ilə çatdırdım ki, dünya aləmdə belədir. Bizə yanlış təqdim olunub. Bunları atdım kənara. Fən daxili tək bir fənnin daxilində hərəkət eləməkdir. Uşaqlara fənnin formalaşdırdığı bacarıqlar arasında, fənnin məzmun xəttləri arasında əlaqə qurmaq. Yəni mövzunu hərtərəfli uşağa çatdırmaqdır. Fənlər arasının 3 müxtəlif yolu var. Bir fənni ortaya qoyub, o birini ona bir dirək kimi yanına qoymaq, onu
izahını çatdırmaq və yaxud da fənləri yan-yana qoyub, amma bir-birinə qarışdırmadan, istəyəndə ayıra biləcəyimiz forma, Stalin salat kimi. Bu formada fənlər arası inteqrasiya eləmək və yaxud da fənləri birləşdirib ortaya yeni bir nəticə, kompleks model qoymaq. Burada yəni şorba kimi istəsək də artıq fənni ayıra bilmirik. Hamısını blenderdən keçirib qarışdırırıq, ayırmaq mümkün olmur. Fənn üstü isə fənnin sərhədlərini aşırıq. Artıq fənni öyrətmək deyil məqsədim. Çünki fənlər arasının ən üst səviyyəsində mən uşağa öyrətdim artıq fənnimi. İndi artıq baxıram ki, görüm uşaq mənim fənnimin öyrətdiyi bacarıqdan istifadə eləyib. Öz dərdini, sərini, həyati problemini həll eləyə biləcək yoxsa yox? Mənim artıq fənn üstə məqsədim budur. Fənnimi öyrədib qurtarmışam artıq. Görmək istəyirəm nəticəni ki, görüm uşaq da həm də özü görsün ki, bu gün müəllim mənə falan filan şeyləri öyrətdi və bu öyrətdiyi şeylər mənim dərdimi, sərimi, problemimi həll eləməyə mənə yardım eləyir, kömək eləyir. Deməli, inteqrasiyanın bizdən soruşsaq elə yenə də üç növü var. E, Bildiklərimizi heç kimlə bölüşmürük ki, fənlər arasının altında əslində böyük bir dünya yatırmış. Fən daxili elə vahid formadadır, fənn üstü də vahiddir, fənlər arasının da içərisində üç dənə müxtəlif yol var. Amma hamısının ümumi ortaq adı fənlər arasıdır. Mövzu ilə bağlı mənim deyəcəklərim bu qədər. Dərs bitəndən sonra öz öyrəndiyiniz öyrənmə prosesini mütləq refleksiya eləyin. Ee, Bir dənə adı vərəq götürün və yaxud da telefona və yaxud da WhatsApp-da da eləyə bilərsiniz. Özünüzə bir dənə not hissəsində qeyd yeri açın. Bu dərsdə öyrəndiyiniz 3 məsələni yadınıza salıb ora yazmağa çalışın. Sizə maraqlı gələn, yeni öyrəndiyiniz 2 məsələni altından qeyd eləyin və qaranlıq qalan hələ də sualınız varsa, istər indi, istər dərsdən sonra mənə verə bilərsiniz. Mənim deyəcəklərim bu qədər idi. İndi keçid alırıq situasiya sualı üzərindən bu öyrəndiyimizi görək necə anlamışıq. Kim oxumaq istəyir könüllü şəkildə bizə yardım edə biləcək? Salam müəllim, mən başlayım. Axşamınız xeyir, buyurun. Sizə orta əsr şəhərinin inkişaf planını hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəhərin yerləşdiyi coğrafi mövqeyi, əhalinin iqtisadi fəaliyyətini və ticarət yollarının yaxınlığını nəzərə almalısınız. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Aha. Demək, əvvəlcə baxaq. Orta əsr şəhərinin inkişaf planını hazırlamağa tapşırılıb. İnkişaf planı. Planı hazırlayarkən şəhərin yerləşdiyi coğrafi mövqe var burada. Coğrafiya ilə bağlıdır bu. Bu bir, bəli, bir fən Əhalinin tapdıq. iqtisadi fəaliyyəti. Bu da iqtisadiyyat fənni deyək, amma yenə də coğrafiya ilə əlaqəlidir bu. Bir də ticarət yollarının yaxınlığı. Yaxınlıq, uzaqlıq, məsafə varsa, bu da riyaziyyat olar yəqin. Olar, onu da yaxşı belə qəbul eləyək. Aha. Bir də plan hazırlamaq var burada. Bu Bir də bu orta əsr şəhəri ümumiyyətlə bu tarixdən gəlir də, lap bunu da yazaq bura. evet. Bu tarixdir, coğrafi mövqeyinin coğrafiya olduğunu qeyd elədik. Aha. Bura qədər oxuduqlarınızdan lap belə dələ-baba üsulu testlərlə, test əsasında eləsək, hansı variantları Fənlər arası çıxardın? var. Ee, Hansını çıxırıq müəllim? Fənn üstünü Aha. çıxaq da, yəqin ki, fənn üstü yoxdur. Hə, niyə yoxdur qənaətinə gəldiniz? Əslində plan hazırlamaq, mən bunu heç cürə başa düşmürəm, müəllim inteqrasiyanı. Hə, niyə başa düşmürsüz? Biz nə dedik? Axırıncı fənn üstü olması üçün dediyin nə lazımdır? Gərək Həyatla indiki dövrdə əlaqələndir. olsun da, orta əsrə aid daxı o fən üstü nə əlaqə olur ki? Yenilik bir şey yoxdur axı. Yox. Hətta yəni biz problemimizin həllində sərf eləmirik də. Burada dərsdə öyrəndiyimiz məsələ elə dərsi öyrənmək üçündür. Orta əsr şəhərinin inkişaf planını hazırlamaq tapşırıb müəllim. Burada mənim problemimin həlli deyil ki bu. Mən orta əsrdə yaşamıram ki, yaşadığım şəhərin inkişaf planına nəsə bir dəyişiklik eləyim. Düzdürmü? Bu mənim problemimdən söhbət getmir burada. Müəllim bunu niyə edir? İcra elətdirir sinifdə. Çünki burada məqsəd elə həm tarix fənnini öyrətməkdir, həm bunu öyrənmək üçün coğrafiyadan istifadə eləməkdir, iqtisadiyyatdan istifadə eləməkdir. Aydındırmı? Şübhəsiz problem həlli yoxdur. Çünki burada şagird bunu icra edən zaman fənlərdə öyrəndiyi biliyini öz dərdinin, sərinin həlli üçün istifadə eləmir.
uşaq bunu eləyə-eləyə həm də elə bu fənləri öyrənmiş olacaq. Müəllimin də məqsədi odur ki, öz fənnini daha belə kamil səviyyədə uşağa öyrədə bilsin. Aydındır. Məqsəddən çox şey asılıdır da. Biz dedik, müəllimin məqsədi uşağa öyrətdiyinin problem həllində necə işlədiyini göstərməkdirsə, bu fənn üstü olardı. Amma burada sırf nə etmək istəyir? Sadəcə istəyir ki, hələ bir uşaq bu mənim fənnimi öyrənsin, qalsın onun həyatdakı işləmə prinsipini öyrənməyə. Demək, burada biz birinci çıxaracağımız fikir nədir? Fənn çıxdı. Onda burada Fənn plan üstüləri hazırlamaq çıxartdıq. bəli, daxilində olan bir şeydir də. Aha, qaldıq iki variantın arasında. Fənlərarası yoxsa fən daxili fənlərarası. Məntiqlə belə çıxır ki, fənlərarası var onsuz da. Bu qarantiyadır. Bəli. Fən daxili də var da. Fən daxili də var da, plan hazırlamaq da elə fən daxilidir. Orta Bəli. əsr şəhəri tarix. Y Niyə variantı belə da var. düşünürsünüz? Fən daxili düşündünüz, rəsmi olaraq izah edə bilərsiniz niyə fən daxili düşündünüz? Orta əsr şəhəri bu tarixə aiddir da. Aha. Onun planını hazırlayırıqsa, burada coğrafiyadan, iqtisaddan istifadə ediriksə, bu tarix fən daxilidir, bu mənim tariximdir. İstifadə edilsə fənlər arasıdır. Aha, yox. Elə deyil. Fənlərarası ilə Həm də ki, müəllim, orada Fən iki fən vardı, ona görə fənlər arasıdır. Aha, bəli. Fən Fənlərarası var. O heç qarantiyadır. Onu qoydu. Çünki variantları da çıxardıq da biz bunu götürürük. Fən daxili niyə var, niyə yoxdur? İki hissəyə bölünürdü də, üfüqi və şaquli. Əgər onlardan biri var idisə, üfüqi, yəni öz Onu boş siniflər verin daxil getsin. O yoxdur Hələ artıq. o Müəllim, yoxdur, hə? tarixə aid heç bir inteqrasiya getməyib axı. Yəni yalnız fənlər arası ola bilməz ki. Əslində bu Bəli. planı hazırlamaq tarixin özündə deyilmi müəllim? Bax, o plan hazırlamaq məni çox çaşdırır. Niyə? Məsəl üçün, plan hazırlamağı niyə belə problemli görürsünüz? Şəhərin planını hazırlamaq çox rahatdır. Bir dənə deyək ki, məsəl üçün, bir kvadrat çəkirsiniz, o dövrün şəhərləri çox geniş deyildi. Şəhərin içindən bir dənə çay keçir. Deyirsiniz ki, məsəl üçün, o dövrün şəhərlərində məscid var, sonra nə bilim karvansara var bu çayın qırağında. Və yaxud da orada evlər var. Budur da plan hazırlamaq. Plan deyəndə biz şəhərin baş planını, indiki kimi memarlıq planı hazırlamaq həzər tutmuruq ki, uşaqdan onsuz da bunu istəyə bilməliyik. Biz Yəni, burada tarixin daxilindəki uşaqda formalaşdığı bacarıqlar arasında heç bir əlaqə qurmuruq. Ona görə də fən daxili olmur. Yəni tarixin içində biz sadəcə orta əsr şəhərini götürürük. Qutara gedir. Qalan hər şey coğrafiyanın istiqamətləridir. Ona görə də bu yalnız fənlərarası inteqrasiyadır. Burada Onda başqa bəs heç bir tarix inteqrasiya necə yoxdur. oldu? Tarixə aid daxı bu. Olsun da tarixə aid olması. Tarixin içərisində bir neçə perspektivdən əlaqə qurmadıq axı. Tarixin içərisində bir neçə bacarıq var. Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Bunların arasında əlaqə qurub işi icra elətdirsəydim, fən daxili də olardı. Amma burada hələ heç birini eləmədim Yox. axı. Başa düşdüm, başa düşdüm. Ona görə də ancaq fənlər arası. Çünki tarixi öyrətmək üçün coğrafiyadan köməkçi vasitə kimi istifadə elətdirdim uşağa. O bayaqki ən sadə formasını dedik də bu olur. Ona görə yalnız fənlər arası. Məqsədim nədir? Fikir verin. Uşağa hələ mən tarix fənnimi öyrətmək istəyirəm. Və coğrafiyadan burada vasitəçi kimi istifadə edirəm. İqtisadiyyatdan vasitəçi kimi istifadə edirəm. Ona görə də bu cür inteqrasiyada yalnız fənlər arasıdır. Tarixin daxilində hərəkət eləmədim. Qarda getdi. Məqsədim və bir də həyatda problemin həllinə çalışmadım deyə bu da fənn üstü deyil. Üstü deyil. Davam elədikcə növbəti situasiyada görəcəksiniz. Bunlar inteqrasiyanın ən ağır situativ formalarıdır. Ən ağırı sizə göstərirəm ki, imtahan situasiyaları bundan nisbətən asan olur. Misal üçün bu situasiyaya baxaq. Bəlkə rəsmi müəllimə oxuyasınız, bəlkə eləsiz. Hə, oxuyun. Sizə Buyurun. qədim bir şəhərdə, məsələn Şamaxıda baş vermiş dağıdıcı zəlzələdən sonra şəhərin yenidən qurulması üçün bərpa planı hazırlamaq tapşırılmışdır. Plan hazırlarkən həmin tarixi abidələrin qorunması, həmin əhalinin sosial ehtiyacları, həm də şəhərin gələcək təhlükəsizliyi nəzərə alınmalıdır. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırır? Gələcək təhlükəsizliyi, sosial ehtiyacları. Burada müəllimin məqsədi nədir sizcə? Bax, belə birinci dedikdə ən birinci sual belə veririk. Müəllim bu tapşırığı verməkdə uşağa məqsədi nədir?
O Şamaxıda baş verən zəlzələdən sonra Şamaxının inkişafı haqqında, Şamaxının gələcəyi necə Təhlükəsizlik olacaq? barədə. Aha. Yəni Təhlükəsizlik. Yəni bu burada realdır da məsələ. Şamaxı zəlzələ hə, olan yerdə. da yəni Şamaxıda olan zəlzələdir. Aha. Müəllim, Deməli, burada fənn üstü də var da. Çünki müəllim şu zəlzələ olandan sonra şagird bunun həyatında necə tətbiq eləyəcəyini öyrətməyə çalışır məncə. qədim Bəli. şəhərdə, qədim bir şəhərdə. Yəni bu çoxdan olan bir şeydir. Yəni yeni deyil. Şamaxıda hər 100 illikdə böyük bir zəlzələ olur. Aha, zəlzələ olur tez-tez və bundan sonra da olsa, Hə, yəni nə edə bilər? Bəli. Demək müəllim burada fənni öyrətmək deyil məqsədi. Məqsədi hə, tarix öyrətmək, nə bilim, yox. sosiologiya öyrətmək, təhlükəsizliklə bağlı məsələ öyrətmək deyil. Deyir ki, çünki bu uşağın başına gələ biləcək real həyatı problemdir, Yəni, hadisədir. Deyir təbii zəlzələdən sonra məsələn Şamaxıda üstənilən bir yer görsünlər, uşaq olsun Salyanlı. düzdür. Zəlzələdən sonra deyir sənin də başına gələ bilər, Salyanda da eyni problem yaşaya bilər. Ondan sonra sən bu dərsdə öyrəndiyin bilikləri istifadə eləyib, öz doğma yaşadığın şəhəri, kəndi, hamısı bir tərəfə, öz evin dağıldı. Düzdür. Bunu bərpa eləyə biləcəksənmi? Bunun üçün fəndə sənə dərsdə öyrətdiyim şeylər, abidə Sən qorumaq, sosial ehtiyacı nəzərə almaq, təhlükəsizlik planları eləmək lazımdırsa, seysmik cəhətdən aktiv zonada ev tikmək olmaz, nə bilim, su mənbəsinə həddən artıq yaxın yerdə ev tikmək olmaz. Bu kimi məsələləri deyir sənə öyrətdim dərsdə. İndi bunu Şamaxı modelində və yaxud da yaşadığın kənd, yaşadığın qəsəbə modelində özün hazırla. Deməli, burada uşağa nəyi göstərir müəllim? fən İstəyir üstü, ki, fən bəli, üstü. öyrəndiyin məsələ sənin həyatında zəlzələ Tətbiq problemi, real problemlərini həll edə bilirsən ya yox. Deməli, burada müəllimin məqsədi öz dərsini Yalnız artıq öyrədib, keçib, iş buradan aşıb. Ona düzdür. görə cavab nə götürərək burada məcbur? Fən üstü. Bəli, yalnız fənn üstü. Çünki müəllimin məqsədi bu tapşırığı verəndə müəllim Öyrənib istəyir ki, hazırlayır. bəli, şagird artıq öyrəndiyini real həyatı problemini, çox önəmlidir da, bu real həyatı problemi. Mən bura yazsam ki, Marsda tək qalandan nə edəcəksən? Bu real həyatı problemi olmayacaq. Bəlkə də indi biraz yalan olar da bir 20 il sonra insanlıq o Marsa düşəndə o dövr üçün real həyatı problemi olacaq. Amma hal-hazırki vəziyyətdə bu çox utopik səslənir. Fən üstüdür bu. Bəli. Qurtardı getdi. Deməli biz Burada situasiyanı fən görməyə arası yoxdur, baxırıq. hə müəllim? Necə? Fən arası yoxdur, hə? Məsələn, tarixi Yox. abidələrin qorunmasını tarix kimi götürə bilmərik. Məsələn, indi bu Yox, götür. coğrafiyada. Məqsəd Hə? çünki müəllimin məqsədi tarixi abidəni öyrətmək deyil uşağa. Müəllimin məqsədi baş verən dağıdıcı zəlzələdən sonra uşağın yaşadığı yerin planını yenidən qura bilməsini öyrətməkdir. Məqsəd. Hə, Deməli, başa düşdüm. bəli, bunlar situasiyalar çox öyrədici situasiyadır. Burada yəni səhv tapmağımız problem deyil. Biz burada səhv tapırıq ki, imtahanda səhv eləməyək. Situasiyanı oxuyanda anlayışlı vəziyyətdə oxuyuruq. Birinci sual veririk. Məqsəd Axşamınız xeyir müəllim. axşamınız xeyir. Müəllim, birinci situasiyada zəhmət olmasa aça bilərsiniz birinci Bəli. testi. Burada tapşırıq orta əsr şəhərinin inkişaf planını hazırlamaq tapşırılmışdır. Plan hazırlarkən şəhərin yerləşdiyi coğrafi mövqeyi, əhalinin iqtisadi fəaliyyəti biz tarixlə də bağlaya bilərik də, yəni tarix dərsində. Tarixin məzmun xəttləri arasında iqtisadi fəaliyyətlə bağlı məsələ yoxdur axı. Biz paraqraf Yəni, olaraq bəli, mədəniyyət Zam- dərslərində, sosial-iqtisadi həyat dərsinin içində iqtisadi məsələyə toxunuruq. Amma o Bəli. paraqrafların daxilində belə inteqrasiya baş verdiyi üçün toxunuruq. Tarixin məzmun xətti 5 dənədir. Tarixi zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət. Mədəniyyət. Yəni o paraqraflar inteqrasiya əsaslı yazılır. Sosial-iqtisadi həyat dərsləri ki var, ən çox orta əsr şəhərlərinin sosial-iqtisadi həyatı misal üçün 10-cu sinifdə belə paraqraf var. Bu ümumiyyətlə paraqraf bütün mövzularda iqtisadiyyat bağlıdır da. hə, istər çünki Bütün dövlətlərin tarixi iqtisadi öyrənmə, hə, tək başına öyrənmək mümkün deyil də. Biz xəritəsiz öyrənə bilərikmi tarixi, kör-köranə? Elə Səfəvilərdən danışırıq, amma harda yerləşdiyini göstərmirik. Hörmüz boğazından danışırıq, harda yerləşdiyini uşağa göstərmirik. Elə deyirik ki, İran körfəzinin çıxışıdır. Uşaq görür ki, İran körfəzi haradır? Hörmüz boğazı haradır? Niyə belə önəmlidir? Xəritəsiz keçə bilərikmi bu cür bu
prinsipial məsələləri. İndi məsələn orada müəllim, əhalinin iqtisadi fəaliyyətinin yerinə tutaq ki, tarixi abidələrin yerləşdiyi yerlər, məsələn, tutaq ki, bu mədəniyyətdir də olsaydı, o zaman Bəli, başa düşdüm. Fəndaxili inteqrasiya yazmaq istəyirsiniz də yanına. bəli. Bəli. Məqsədyönlü şəkildə situasiyanı dəyişdirib Bəli. fəndaxili inteqrasiyanı yaza bilərik. Sadəcə biz nə etməliyik? Tarix dərsində olduğumuz üçün tarix fənninin xüsusiyyətlərini yaza bilərik. Çünki mədəniyyət də yaza bilərik ora. Mədəniyyət abidələrini və yaxud da Bəli. deyək ki, həmin şəhərdə doğulan şəxslərin də sanki evlərini də təsvirin verin, şəkillərini planın içərisinə yapışdırın. Bu cürünə gətirsək, çünki tarixin məzmun xəttlərində var deyə, artıq mən burada fəndaxili inteqrasiyanı görməzdən gələ bilməyəcəm. Başa düşdüm. Çox sağ olun. Bəli. Buyurun. Deməli, məqsəd çox önəmlidir. Müəllim, çünki fikir verin, situasiyanın əvvəlində bizə təsvir olunan situasiyanın bir tapşırıq olduğu qeyd olunur. Tapşırığı kim verir? Müəllim verir. Müəllim tapşırığı verəndə bəlli bir məqsəd güdür. Biz situasiyanı oxuyub müəllimin o məqsədini tutmalıyıq. Onu tutan kimi sualımızın 90% çıxmış olur artıq. Qalır bir dənə içindəki o məqamları tutmaq ki, görək cavabdan nə götürməliyəm. Növbəti birinə baxaq. Heç kəs yoxsa davam edim mən. Buyurun, oxuyun. Onsuz hamı iştirak edə bilər də, hamı fikir bildirə bilər. Buyurun, oxuyun. Sizə Səfəvilər dövlətinin siyasi quruluşu haqqında araşdırma aparmaq tapşırılmışdır. Bu fənnin, yəni burada məqsəd fənnüstü deyil. Bu birinci tələskənlik. Birinci cümlədən hələ heç nə başa düşmək olmur. Mənim belə imtahanda qarşıma belə situasiya çıxanda birinci cümlədən mən də heç nə başa düşmürəm. Bütün situasiyanı oxuyaq, birinci qoy beynimiz həzm eləsin. Sonra görək nə lazımdır bizə, nə axtarırıq burada. Bəli. Tapşırığı yerinə yetirərkən Səfəvi idarəetmə sisteminin funksiyalarını təhlil etməli, xəritədə Səfəvi əyalətini göstərməli və hadisələrin ardıcıllığını əks etdirən zaman xətti qurmalısınız. Burada deməli, burada fəndaxili və fənarası var. Yəni fəndaxili Niyə? olduğunu rahat başa düşürük. Bəli. Çünki Fəndaxili qarantiyadır. bəli. Fənarası niyə Oğlum. var? Çünki burada xəritədə Səfəvi əyalətini göstərməliyik biz. Bu coğrafiyadır. Aha. Onda mən belə deyim də, cavabda fəndaxili var deyirsinizsə, bir standart testologiya eləyək. Fəndaxili olmayan variantlara çıxmağımla razısınızmı? Onları çıxardım. Bəli. Onda baxın, A-nı çıxartdım. Fəndaxili yoxdur. C-ni çıxartdım, D-ni çıxartdım. Çünki el birliyi ilə razı olduq ki, burada fəndaxili inteqrasiya 100% var. Bəli. İndi qaldım Burada iki üç. variant arasında. İndi fənnüstü ya tapmalıyıq, ya da fənarasını çıxmalıyıq. Sizcə hansı rahatdır? Araşdırma aparmaq tapşırılmışdı, sadəcə fəndaxili. Çünki Fənnüstü yoxdur burada. fənnüstü yoxdur, bəli. Buna deyirlər testologiya. Fənnüstü Mən- yoxdur. Çünki nə Mən tapmadım? Problem həlli, yəni müəllimin məqsədi burada uşağa real həyatda problemin həllində səhvlərə aid biliyi necə istifadə edə bilərsən məsələsi yoxdur. Fənnüstüdən çıxdım, yalnız fəndaxili var. Daxili. Deməli, heç burada fənarası da yox imiş. İndiyə Suay müəllim xəritə qaldı. Bəli. Bəli, mən ola bilər də Düz xəritədə bildim, də ola bilər, tarixdə də ola bilər. Bəli. İndi bildim ki, 100% deyəcəksiniz ki, ay müəllim orada xəritə var idi, bayaq coğrafiyaya götürdü, indi niyə götürmürük? Səbəb nədir? Çünki biz uşaqlara Səfəvilər dövlətindən danışırıq. Səfəvilər dövlətinin tarixi xəritəsini verir uşağa. İndiki İran xəritəsini verib tez elə mənə burada Səfəvi dövlətini göstər desək, uşaq tapa bilməyəcək. Çünki müasir dövrün coğrafiyası işləməyəcək. Bəli, biz ona tarixi xəritə veririk ki, orada Səfəvilər dövlətinin təsviri var. 16-cı Bir də əsr müəllim, xəritəsi verirəm uşağa. bir nəfər desəydi bəlkə də götürə bilərdik. Burada Səfəvi əyalətini eləcə göstərmək istəyir. Məsələn, Səfəvinin sərhədlərini desəydi, sərhədlərini göstərsəydi, bəlkə də onunla götürmək olardı coğrafiyaya aid. Müasir düşünürəm. xəritə, cümləni dəyişdirək də, fənnin analizi eləmək üçün belə yazaq. Müasir dövrün siyasi xəritəsində Səfəvilər dövlətinin tarixi ərazisinə daxil olan ölkələri göstər. Yəni, Bəli. yəni Türkmənistandan, Əfqanistandan başlayıb gəlib Azərbaycan, Türkiyə, İraqa qədər hamısını göstərməlidir. Bu artıq müasir siyasi xəritə, coğrafi xəritə üzərində eləyə bilər.
Amma tarixi xəritədə bir dənə sərhədi göstərir. Onun altında da müasir hansı ölkələr olduğunu uşaq orada müəyyən edə bilmir. Ancaq sərhədin əyalətlərini görür və onların adını işarə eləyir, göstərir. Deməli, burada artıq nədir? Yalnız fən daxilidir. Çünki tarixin 5 məzmun xətti var. Tarixi zaman, tarixi məkan. Bax, xəritədə sərhədi əyalətini göstərmək artıq tarixi məkana xitab edir. Hadisələrin ardıcıllığını göstər. Artıq tarixi zaman var. İki dənə məzmun xətti arasında əlaqə var. Qalanlarını heç bilməsəm də olar. Avtomatik fən-daxili inteqrasiyanın olduğu qənaətinə gələ bildim. Özü mənzərə get-gedə formalaşır artıq. Bir neçə situasiya işlədikcə mahiyyəti tutmaq olur. Daha bir suala baxaq. Fərqli adam oxusun bəlkə. Könüllü Oxuyaram mən. bir. Oxuyarım. Buyurun, oxuya bilərsiniz. Siz 7-ci sinif olaraq orta əsr şəhərləri mövzusu üzrə təqdimat hazırlamaq qərarına gəlmisiniz. Təqdimat üçün sizə xəritə materialları verilib. Siz şəhərin yerləşdiyi coğrafi mövqeyi göstərməli, həm də şəhərin ticarət imkanlarını tarixi faktlarla əsaslandırmalısınız. Ticarətin inkişafı ilə şəhərin böyüməsi arasında əlaqəni izah edin. Tapşırıq inteqrasiyanın hansı növünə aiddir? Orta əsr şəhərləri mövzusu üzrə təqdimat hazırlamalıyıq. Təqdimatda xəritə materialları verilib. Yerləşdiyi coğrafi mövqeyi göstərməliyik. Şəhərlərin ticarət imkanlarını tarixi faktlarla əsaslandırmalıyıq və böyüməsi arasındakı əlaqəni. Burada fən daxili var. Nə yoxdur? Birinci onu soruşum. Fən üstü yoxdur məncə. Çünki Yoxdur. Aha, niyə yoxdur? təsvirləməsə də. Yəni orta əsr şəhərləridir. Hal-hazırda bu o şəhərlər bəlkə heç yoxdur, yəni mənim işimə yaramır. Yanlış əsaslandırmadır, amma düzgün cavabdır. Yəni burada insanın problem həlli yoxdur da. Hə də, yəni bu gün mənim Bəli. işimə yarayacaq bir şey yoxdur da. Bəli. Eləyə Fən biləcəyim üstlərin bir şey. hamısını çıxartdım. Aha. Bu da çıxanda qalır fənlər arası, fən daxili və yaxud da yalnız fənlər arası. Fən daxili 7-ci orta əsrlər mövzusudur. Xəritə materiallarım var. Coğrafi mövqeyi, tarixi məkan baxımından işimizə yaraya bilər bəlkə. Ona görə mən götürərdim fən daxilində. Fən daxilini götürərsiniz. Yaxşı. Çünki Coğrafi- ticarətdir, nə bilim, şəhərlərin böyüməsidir. Bunlar hamısı tarixdə keçdiyimiz mövzulardır. Ona görə məncə var fən daxili. Coğrafi mövqe müəyyənləşdirmək tarixdə deyil əslində. Bu coğrafiyanın bizə yaratdığı imkandır. Bəli. Tarixi məkanı biz mənbədən oxuyuruq ki, belə bir şəhər olub. Amma o şəhərin harada yerləşməsini biz coğrafiyanın bizə verdiyi imkanlarla müəyyənləşdiririk. Misal üçün, bu yaxında alimlər Ergenekon ərazisinin harada yerləşdiyini tapıblar. Bu türk dastanlarında məşhur Ergenekon ərazisi var. Qədim türklərin qərbə doğru hərəkətə başladığı ərazidir. Xalqların böyük köçünün başladığı ərazi. Bizim Manas dastanı və sair hamısı Ergenekondan başlayır. Sən demə, Monqolistanda həqiqətən Ergenekon adlı bir vadi var imiş. Orada qədim şəhərin qalıqları aşkar olunub və böyük ehtimal ki, bu Ergenekonun ərazisidir. Yəni, dastanda biz fikirləşirdik ki, bu xəyali ərazidir. Amma sən demə, bu həqiqət imiş. Coğrafi baxımdan yeri həmin əraziyə düz gəlir. Dastandakı təsvirlə həmin ərazinin relyefi uyğun gəlir. Deməli, biz burada artıq o tarixi məkanın xüsusiyyətlərini real coğrafi məkanda axtarıb tapmışıq. Burada artıq biz fəndaxili çərçivədə qala bilmirik. Bu Onda ancaq situasiya fənlər arası. yalnız fənlər arasıdır. Təbii ki, inteqrasiyanın daxilində bir çox məqamlar zəif də olsa özünü göstərir. Bu həqiqətdir. İnteqrasiyanın kəskin bir-birinə ayrıla bilmərik. Yəni, bütün fənlər arasıların daxilində cüzi də olsa, zəif formada da olsa, fəndaxili inteqrasiya baş verir. Mən Siz bu nəsə sualınız coğrafi mövqe deyəndə niyə bizim ağlımıza tarixi məkan gəlməsin ki? niyə gəlməsin? Çünki xəritə materiallarının altını xəttləmişəm də, xəritə materialını biz uşağa təqdim eləmişik. Bəli. Yaxşı.
Ülvi Orta əsr şəhərləri mövzusu üzrə təqdimat hazırlamaq qərarına gəlmişik 7-ci sinifdə. Təqdimat üçün uşaqlara xəritə materialları vermişik və şəhərin yerləşdiyi coğrafi mövqeyi göstərmək, şəhərin ticarət imkanlarını tarixi faktlarla əsaslandırmaq ki, tarixdə bu rolu olub, burada yerləşməsi çox önəmli idi. Bərdə şəhəri yenə çox belə oturur bu nümunənin üzərinə, Bərdə şəhəri. Və ticarətin inkişafı ilə şəhərin böyüməsi arasındakı əlaqəni biz bilirik ki, ümumiyyətlə ticarət inkişaf edən, ticarət yolu üzərində olan şəhərlər daha sürətlə inkişaf eləyir. Xüsusiyyətləri daha geniş olur, əhalisinin sayı daha sürətlə artır. Ümumiyyətlə şəhərlər belə formalaşırdı da, belə öyrənirik ki, ticarət yolları üzərində formalaşıb ilk şəhərlər də tarixdə. Mən Burada həmişə yalnız bu fənlər arasında səhv yazıram imtahanda. Yalnız fənlər arası dediyim kimi bir həqiqəti qəbul etməli. Eyni taksonomiyada da bəzi həqiqətləri qəbul edir, burada da. Biz dərs keçirirsə sinifdə, bu layihəni icra ediriksə, mütləqdir ki, fənnin bir neçə xüsusiyyətindən istifadə edirik. Bu danılmazdır. Heç kim deyə bilməz ki, mən ancaq elə tarixin uşaqda formalaşdırdığı zaman məzmun xətti üzrə işləyirəm. Ancaq uşağa xronoloji sual verirəm. Bu mümkün deyil. Müəllim, orada tarixi faktlarla əsaslandırma fən daxili deyil ki. Onu mən Bizdə də nə var? deyəcəkdim. Tarixi Tarixi faktla faktlar. əsaslandırmaq elə bu zaman məzmun xəttidir və yaxud da faktın hansı növə aid olduğunu müəyyənləşdirmək bir dənədir də, yəni bir neçəsinin arasında əlaqə quranda fən daxili olur. Fən Müəllim, daxili bura olur. üzr istəyirəm. Bura nə əlavə eləsəydik fən daxilini götürə bilərdik. Tarixi faktlarla əsaslandır deyə bilərdik şəhərin ticarət imkanlarını və şəhərin mədəniyyət abidələrini də sırala, mədəniyyət abidələrinin təsvirini ver. Tarixin 5 məzmun xətti var da. Daşıyaq əlimizdən tökək, sıralayaq. 1, 2, 3, 4, 5. Tarixi indi hələ yeni qəbul olunmayıb deyə fən kurikulumu, ona görə işləyirəm. Yeni qəbul olunmuşdu artıq. Məkanla zamanı birləşdiriblər. Sayı 4-ə enib. Deməli, tarixi zaman, tarixi məkan, dövlət, Şumer əlifbası ilə yazdım, üzrü sayın. Dövlət, şəxsiyyət və mədəniyyət olaraq birləşir. Mən yalnız uşaqdan zamanı soruşuramsa, bu fən daxili inteqrasiya deyil. Bunu yadımızda saxlayaq. Ancaq uşağa kitabı götürürəm əlimə, dərsin üstündəki qara hərflə verilən rəqəmləri sual-cavab edirəm. Mən burada ancaq tarixi zaman üzərində işləyirəm. Mən dərsdə fən daxili inteqrasiya elədim deyə bilmərəm artıq. Mən uşaqdan tarixi zamanı soruşuram, hansı dövlətdə baş verdiyini soruşuram, həmin dövlətin mədəniyyətinə aid sual verirəmsə, artıq bu halda fən daxili inteqrasiya eləmiş oluram. Yəni uşaqdan bir aspekt soruşan zaman bu fən daxili inteqrasiya mənasına gəlmir. Fənnin özünün də daxili zəngindir axı. Bu bütün fənlər üçün keçərlidir. Yəqin öz fənnimizdə tapa bilərik bunu. Təbii ki, hamı öz fənnində bunu çox rahat formada tapa bilir. Bəli, hamı öz fənnində bunu rahat formada tapa bilir. Mənim axırda indi sizə tapşırığım olacaq da. Müəllim, bu nəsə biraz qarışıqdır. Necə qarışıqdır? Bax, siz coğrafi mövqeyi soruşursunuz. Bu tarixi məkandır. Tarixi faktlardakı tarixi zamandır da. Coğrafi mövqeyi göstərməlisiniz, xəritədə göstərməlisiniz. Coğrafi mövqeyi siz Coğrafi tarixi mövqe ola bilər də, məkanla coğrafi mövqeyini qarışdırırsınız da. Sizə coğrafi mövqeyini xəritədə göstərməyə imkan verən şeyin coğrafiya olduğu həqiqətini unudursunuz. Niyə tarix xəritəsində də göstərə bilərik də biz bunu? Axı biz təqdimat üçün xəritə materiallarını özümüz vermişik. Dərsliyin içində olan xəritə materialları tarixi xəritələr olur adətən. Əgər siz özünüz xəritə verirsinizsə, çox zaman bu coğrafi xəritə olur. Verdiyimiz xəritənin növünü də dəqiqləşdirsək, istəsək ki, yəni belə deyək də, mənim məqsədim cavabı B variantı götürməkdirsə, bu situasiyaya düzəlişlər eləməliyəm. Lap sizə belə aydın formada deyim. Aydındırmı? İndiki vəziyyətində mən bunu fən daxili götürə bilmirəm. Çox incə testdir bu nəsə. Bəli. İmtahan tipik sualıdır. İmtahanda da belə olur. Qarşı arasındakı zülmlə görüm hansını götürəcəm. Sonra gəlib mənim kimi səhv yazırsınız, kəsilirsiniz. O da bir ehtimaldır. Təbii ki, o da bir ehtimaldır. İnşallah kəsilmər.
Yox, təbii ki, hər halda ki. Ümumiyyətlə kəsilməkdən danışmırıq da biz 51 balı keçmək üzərinə danışırıq. Kəsilmək 31 baldır da. Bu 31 balı Yox, yəni ki, müəllim, kurikulumdan axı o keçidi keçməyəndə kəsilmiş sayılırsa. 6 bal Tamam. minimum 6 bal var. Bəli, 6 düz qalmalıdır. Yox, qalacaq, narahat olmayın. Bu Biz problem deyil. sertifikasiyadadır o müəllim. Yox, miqdədir o. Miqdə Miqdə. kurikulumdan səhvlər düzə aparandan sonra özü minimum təmiz 6 bal qalmalıdır. Hə, onu bilmirəm. Yəni belə deyək də ən az bir 10-12 dənə yazmaq lazımdır ki, yerdə qalanlar hamısı səhv olsa, səhv düzə aparsa özünə 6 bal qalsın. 8 Ancaq onda 5 balına keçmiş. Ancaq kurikulumdan qalmalıdır heç olmasa 6 bal. Miqdə kurikulum hə minimum 6 olmalıdır. Amma sertifikasiyada elə şey yoxdur. Yox, sertifikasiyada 50-0-la da keçə bilirsiniz. Müəllim, bunu mən cavablandırım. Buyurun. Qədim abidələrin qorunması mövzusu üzrə məktəb daxili layihə həyata keçirmək qərarına gəlmisiniz. Layihə üçün seçilmiş abidənin tarixi əhəmiyyətini araşdırmalı, abidənin yerləşdiyi ərazinin təbii risklərini, eroziya, seysmik zonalar qiymətləndirilməli, həmçinin abidənin qorunması üçün tədbirlər planı hazırlanmalısınız. 8-ci sinif olaraq qədim abidələrin qorunması mövzusu üzrə bu yəqin ki, buradan fənn üstünü çıxırıq. Çünki faktiki vəziyyətdən danışılmır. A-nın, Niyə? C-nin, Məncə fən üstüdür elə bu. Fənlisidir, bəli. Əksinə, orada. Bu fən üstüdür. Esma müəllimə niyə Layihə belə düşündünüz ki, bunu çox üzr istəyirəm. Bunu niyə belə düşündünüz ki, bu real vəziyyətdən danışmır? qədim abidələrin qorunması mövzusu üzrə məktəb daxili layihə həyata keçirmək qərarına gəlmisiniz. Aha. Qədim Yəni- abidələrin qorunması hər yer üçün keçərli deyil, real həyatı problemdir də. Aha. Layihə üçün seçilmiş abidənin, üzr istəyirəm müəllim, bəli, artıq abidə seçilir. Rahat olun. Sadəcə niyə bu cür Layihə- düşündünüz, onu maraqlıdır ki. Layihə üçün, o qədim sözü elə mən biraz çaşdırdım. Layihə üçün seçilmiş abidənin tarixi əhəmiyyətini araşdırmalı, abidənin yerləşdiyi ərazi, bu yəqin ki, coğrafiya ilə bağlayarıq bu ərazini, qiymətləndirməli, fən daxili, bir dəqiqə müəllim, fən üstü, fən daxili, əhəmiyyətini araşdırmalı, abidənin yerləşdiyi ərazinin təbii risklərini qiymətləndirməli, həmçinin abidənin qorunması üçün tədbir planı hazırlamalıyıq. Fənlər arası. Yazıram bura. A-nı yazaq da onda müəllim, fənlər arası fən üstü. Olar elə düşək. Yeri fən üstüdür ancaq. Ad ola bilər. Çünki orada Fənlər arası. tarixi əhəmiyyətini araşdırmalı, üstə gəldə abidənin yerləşdiyi ərazi. Həmən ərazini bilməliyəm, həm də onun tarixi əhəmiyyətini bilməliyəm. Bu fənlər Bunu arası. tarix öyrənmək üçünmü eləyirsiniz? Yoxsa qədim abidələrin qorunması layihəsini Sadəcə qədim abidələr öyrənmək istəyirəm. Deməli, qutarım. Qədim Fən abidələri layihəsinin qorumaq hamısını istəyirəm. atdım getdi. Onda qalır fən üstü. Aha. Yəni bunu mən tarixi, coğrafiyanı öyrənmək üçün eləmirəm də, sadəcə abidələri qorumaq üçün. Bəli. Artıq onlar hamısı formalaşıb. Bu dəfə layihə icra edirik ki, layihədə axı bu. Uşaq anlasın ki, bu öyrəndiyi biliklər, sən demə, bəli, qədim abidələri qoruyan zaman ona lazım imiş. Çünki tədbirlər plan edilməlidir axı. Bəli. Artıq öyrəndiyi biliyin qədrin bilir. Qədrin bilir, əhəmiyyəti bilir ki, ancaq Gələcəkdə bu lazım ola bilər. bəli, testdə, çünki qədim abidələr hər yerdən tapa bilər. Uşaq həyətin qazanda da oradan adi bir, nə bilim, saxsı parçası tapa bilər. Bu özü də bir qədim abidədir, qorunmalı olan maddi mədəniyyət nümunəsidir. Bunu da bir dənə də zəhmət olmasa, müəllim, situasiya verin, baxın, bir dənə də zəhmət olmasa. Bu sonuncuydu. Bu sonuncuydu. Dərs bitəndən sonra tətbiqdə bizim sınağımız aktivləşəcək inteqrasiya mövzusunda. Bəli, həmin o sınaqda sizin çoxlu Amma doğrudan da çətin suallardır, hə müəllim? Yəni doğrudan da bayağı çətin suallardır.
Hə, bu ən çətin formasıdır, yəni mürəkkəbidir, belə deyim də. Mənim Yəni məqsədim seçsələr tarix belə müəllimləri düşünür. yazmasın imtahanı deyil. Əgər Yox, məqsədim belə bilirəm. olsaydı, belə suallar verərdim. Yox, Yəni yəni harda ki müəllim. layihə varsa bu fən üstüdür. Uşağa nəyisə öyrədirik. Necə, bir də təkrar deyin zəhmət olmasa. varsa, deyirəm layihə nəsə varsa layihə sözü. Hə, Bu yox, elə fən götürməyək. Hə, hə, o cür yanaşmayaq. Hə, Bax o cür müəllim, yanaşmayaq. bayaq çünki müəllim orada plan İndi dedi. burada hə, layihə məsələsi Fən gəldi. üstü Çünki mən burada tarix prizmasından daha çox getdiyim üçün layihə sözü gəldi. Amma digər fənlərdə layihə olmaya da bilər. layihədə ola bilər ki, o uşağa gələcəyi üçün nəsə öyrədirik. Hə, hə, bax o olar. Yəni Hə. müəllimin məqsədi fənnini artıq öyrətmək yox, uşağa fənnində öyrəndiyi biliyin harda işləyəcəyini göstərmək olsa, bu zaman fənn üstü olur. Yəni birinci situasiyanı oxuyanda unutmuruq ki, situasiyada bizə tapşırığın təsviri verilib. Və mən burada ilk olaraq müəllimin bu tapşırığı niyə verməsindəki məqsədini anlamalıyam. Birinci onu anlayıb, sonra giririk situasiyanın içərisindəki, görün burada hansı fənnə aid məsələlər qeyd olunub. Burada məqsəd nədir? Müəllimin məqsədi öz fənnini öyrətməkdirsə, bu fənn daxili və fənnlərarası ola bilər. Bir neçə fənnin xüsusiyyətlərindən istifadə olunursa, həm də müəllimin məqsədi fənni öyrətməkdirsə, fənn daxilidir. Daha sonra fənnlərarası olur. Arası. Hə, amma müəllimin məqsədi fənnin artıq prizmasını aşıb, uşağa həyatı probleminin həllini öyrətməkdirsə, ki, bax gör, mənim dərsdə öyrətdiyim məsələ sənin harda işə yarayacaq həyatda. Bu zaman artıq müəllim fənn üstü eləyir inteqrasiyanı. Bəs müəllim, ola bilərmi ki, məsələn, belə bir situasiya çıxar, amma fənn üstü ilə yanaşı fənlər arası və ya fənn daxili də ola bilər. Hə, Yoxsa təbii həmişə ki, fənn hamısı üstü olur. olur? Sınaqda görəcəksiniz. Bütün mümkün variantlarını sınağa yazmışam. Bütün mümkün variantları Hətta sınaqda ki, öz işləndə fənn üstü görəcəksiniz. Yəni sınaqda müəlliməsinin ancaq cavabı yalnız fənn üstü, fənlər arası deyil. Bəzisində fənn daxili, fənlər arası, bəzisində fənn daxili, fənlər arası, fənn üstü, bəzisində digər bütün mümkün variantları sınağa yazmışam. Bundan əlavə qoy qeyd edeyim. Yəni ürəyiniz rahat olsun, narahat olmayın. İmtahana qədər bizim proqramı bitirib təkrar da qayıdacağıq və üstəlik də mənim mütəmadi olaraq demək olar ki, hər ayın sonu təkrar elətdirdiyim bəzi mövzular var. Biri inteqrasiyadır, biri taksonomiyadır, idrac taksonomiyası. Yəni biz bu yerli yersiz harda gəldi bu məsələyə dönüb qayıdıb təkrar eləyəcəyik, sınağını işləyəcəyik. Sınaq cəhətdən bu olacaq. Bu mövzulara təkrar-təkrar dönəcəksiniz. Bu hələ birinci etapı idi. Birinci etapda biz bu dünyada olub bitənlərdən anlayışımız oldu. Körtəbii formasında necə idi? Bu məsələni öyrənmiş olduq. Bəlli bir fikirlərimizi inkişaf elətdirə bildik. İndi bunun ikinci dəfəsini təkrar artıq situasiyalar üzərindən keçəndə artıq daha çox şey beyninizdə yer eləyəcək. Üçüncüdə artıq tam kamilləşmiş formada olacaqsınız. Bir neçə mövzu var ki, mən onlara mütləq dönə-dönə qayıdıram. İnteqrasiya, taksonomiya, biliyin növləri, təfəkkürün növləri. Hə, bir də o sual tipləri var. Biliyin növü, təfəkkürün növü, taksonomiyanın növü. Üçünü tapmaq, üçün bir yerdə. Məsəl üçün konseptual bilik, anlamaq mərhələsi, məntiqi təfəkkür. Bu mövzulara xüsusi ayrıca dönə-dönə qayıdırıq. Yəni imtahana qədər bu bir dəfə Müəllim, indi bu kurikulum, yəni bu metodikada ümumi neçə mövzudur? Yəni çoxdur yoxsa azdır? Bizdə yox, nə qədər olur? əslində azdır. Qoyun mən sizə deyim. Azdır mövzu. Mən özüm hissələrə bölmüşəm. Misal üçün, heç kim bunu inteqrasiyanı ayrı, deyək ki, keçən dərsimizi ayrı keçmir. Hamı bir arada keçir bunları. Mən lazımi mövzulara çox vaxt ayırım deyə mövzuları hissələrə ayırmışam. Həm yükü azaltmaq üçün, həm anlaşılmasını təmin etmək üçün, həm də o çərçivə sənədindəki sıralama ilə getmirəm. Bəzi mövzular var ki, adı sonda verilsə də çərçivə sənədində və yaxud da kitabda sonda yazılsa da, mən o mövzuları əvvəldə keçirəm, çünki hansısa başqa bir mövzunun başa düşülməsi üçün əvvəlcə onun keçirilməsi, mənasının başa düşülməsi lazımdır. Məsəl üçün, indi bir ara ortada proqramı saxlayıb gedib 3-4 dənə nəzəriyyə keçəcəyik. Sonra qayıdıb təzədən qaldığımız yerdən davam edəcəyik. O zaman daha rahat anlayacaqsınız ki, hə, bu nəzəriyyələr hansısa metod, üsullarla əlaqəliymiş. Bu əlaqəliliyi sizə göstərə-göstərə addım-addım gedəcəyik. Bir də Ümumi say etibarı ilə görün mən proqramı son güncəlləyəndən sonra
vəziyyət necədir? Hə, bir də MİQ-ə hazırlaşanlara mənim əlavə MİQ üçün spesifik olan bir neçə dərsim də olacaq. Sertifikasiyadan sonra onları da keçəcəm MİQ-ə hazırlaşanlara. Yeni mövzu olaraq da, çünki onlar sertifikasiyanın proqramında yoxdur, amma MİQ-də var. Onları da keçəcəm. Bunların da sayı çox deyil. 5-6 mövzudur. Onları ayrıca öyrədəcəm. Onlar sertifikasiyaya lazım deyil hələ. Müəllim 5-6 mövzu elə dediniz ki, gedib imtahanda 6 dənə yaza biləcəyik də yəqin o 5-6 mövzunu keçəndə. Sanki azmış kimi dediniz belə. Hə, 5-6 mövzu azdır da əslində. Bütün proqramın mahiyyətinin təxminən 1/10 hissəsidir belə deyək. Mövzuların ümumi sayı hal-hazırda mən proqramımı təzə güncəlləmişəm. Mənim fayllarımın içində 56-dan çıxanda 48 mövzu görsənir. 48 dərslik material görsənir. 48 yəni Nümunələrə 40 var da, bunun 40 mövzu var. 8-in keçmiş isə hə. İndi yol üstü müəyyən dəyişikliklər ola bilər. Misal üçün belə baxıram, burada affektiv psixomotor taksonomiyalar var. Bunu artıq çıxarmalıyam. Bu gözümdən yayınıb qalıb burada. Çünki yeni çərçivə sənədində artıq buna ehtiyac yoxdur. Misal üçün bir mövzu getdi, qaldı 47. Sonra burada bəzi, bunu gözümdən yayınıb bunu silməmişəm. Məsələn, qiymətləndirmə məsələsini. Mən qiymətləndirməni bir aya keçirəm. Amma deyək ki, başqa təlimçi müəllimlər var ki, 2 dərsə keçirlər. Mən qiymətləndirməni bir aya keçirəm. 7-8 dərs qiymətləndirmədən Qiymətləndirmədə nə? düşür. Hə, çünki 100% düşür, 100% situasiyadır. Əgər o şey 100% bizə lazımdırsa, mən onun üzərindən niyə səthi keçək ki? Onu tam mükəmməl formada səhvsiz işləyəcək səviyyəyə çatmalıyıq. Hə. Buna görə o dediyim ki, bəzi mövzulara həddən artıq ağırlıq verirəm. İstəsək, hə, mənim 2 aya qurtarmaq olarmı? Bax, belə necə deyərlər? Yox, onu mən Bir həftəyə də əslində qurtarmaq olar. yox, tez bitirmək mənasında demirəm. Sadəcə Aha. mövzular nə qədər, yəni ağır olacaq yoxsa Yox, dediyim kimi də mən bölmüşəm deyə 48 dərsə düşür. Belə yığıb yığışdırıb 30 dərsə də yükləyə keçmək olar. Yox, belə 48 dərsə hə, rahat keçmişik. Hə, addım-addım, mənimsəyə, təkrara yer qoya-qoya, bölmə fəsilləri bitirə-bitirə, bu cürünə. Biz ortalarda sınaqlar da aktivləşdirəcəm sizə. Müəyyən paraqraflar şəklində qruplaşdırmışam. Eyni məsələ ətrafında cərəyan eləyən 5-6 paraqrafı qruplaşdırmışam. Oradan bir situasiya sınağı olacaq. Sınaqlarımız, bütün ümumiləşdirici sınaqlarım 2 pilləlidir. Birinci pillədə biz faktoloji bilikləri ölçən sınaqlar işləyəcəyik. İkinci pillədə sırf situativ əsaslı sınaqlar işləyəcəyik. Bütün Bir də sınaqlar müəllim, şəkli olacaq. bizə məsləhət olaraq hansı test işləmək məsləhət görsə əlavə olaraq? 0. Yoxdur. Yəni heç bir test işləmir. Yox, bəli. Bizim test bankımız çıxacaq inşallah və vəsaitimiz çıxacaq. Bunlardan istifadə edərsiniz. Hələ ki tətbiqdə bizim dərsdə istifadə etdiyim konspektləri yerləşdirirəm. Oradakı sınaqları işləyirsiniz. Sınaqlar get-gedə də artacaq. Mövzulara aid də olur, bölmələrə aid olacaq, bölmələrə aid situativ sınaqlar ayrı olacaq. Və buradakı materialları istifadə etsəz sizə kifayət edəcək imtahan situasiyalarını yazmaq. Müəllim, bir də o akademiyaya giririk testlər də oradadır da, hər mövzunun testi, yoxsa Hamısı qrupda da o oradadır. testlər? Yox, hamısı proqramdadır. Hə, tətbiqə girirsiniz. Hə, yeni dərsə qoşulanlara bir dənə nümayiş elətdirim. Çıxmaq istəyən çıxa bilər. Yeni danışacağım məsələ yoxdur. Yəni neysə qaçırmırsınız. dərslər qoşulmuşam bura. Əvvəlki o 5 dərslərdə olmamışam. Hə, Onları hamısı mən- orada var. Tətbiqdə hamısının aktivləşdirilib. Profiliniz aktivləşdirilib. Oradan əvvəlki dərsin videosu, altında sınağı, içində danışdığım məsələlər, onun da altında konspekti. Ola bilər ki, mənim səsimə qulaq istəmirsiniz. Deyirsiniz ki, müəllim boş-boş danışır. Altında konspekt də var. Elə bil ki, müəllim, mən ora girirəm. Sadəcə Hı. orada açılır YouTube-un dərsi də, yəni bəlkə də Hə, özüm elə yerləşdirmişəm. YouTube kanalına yerləşdirmişəm. YouTube-a girsəz, Onun axtarsanız çıxmayacaq. dalıcan testlər gəlir. Yox, elə aşağısında qeyd etmişəm. Bizə sadəcə proqramdan bir dənə səhifəni mən indi sizə nümayiş elətdirəcəm. Hə, burada tapdım. Zəhmət olmasın. Hə. Ki, nə formada, hansı prinsiplə işləyir. Baxın, bu formada işləyir. Ekran inşallah ki, görsənir.
Hə, Bir dəfə olub görürsən. dərsdə 2 saat danışmışam, 2 saatdan da çox. 2 saat bitəndə dedilər ki, ay müəllim, ekran bayaqdan qaranlıq deyə bizdə. 2 saat müddətində heç kim deməyib ki, sən demək ekran paylaşmamışammış. Odur, budur, belə dərs olub. Bu tətbiqi açanda hamımızın qarşısına belə bir mənzərə çıxır. Bu mənzərədə Aha. kurikulum nədir? Altında var video. Kurikulum nədir? Video yazdıq. Yəni bunun üzərinə tıklayanda kurikulum nədir dərsində mənim danışdıqlarımı izləyib, dinləyib, ekrandakı sualları və sair dərsdə nələr olub hamısını görürsünüz. Videosudur. Aha. Bu videonu izlədiniz, qurtardınız, çıxdınız çölə. Gəldiniz aşağıya. Həmin kurikulum nədir mövzusunda sınaq. Üzərinə vurdunuz, sınağa başla düyməsi var. İmtahan nümunəsindədir. Sınağa başla nümunəsini vuranda artıq suallar başlayır qarşınıza gəlməyə. Nə bilim orada yazır, qeyd eləyir yuxarıya, taymeri var, səhv düz cavablar var. Axırda da bitir düyməsi var. Bitiri vurdunuz və yaxud da vaxt özü bitəndə də bitirib cavabları göstərir. Aşağıda düzünüz, səhviniz, boş qoyduğunuz hamısını dəqiqliklə göstərir. Eyni zamanda səhv elədiyiniz, düz yazdığınız sualların altında izahları da verilib. Mətn formasında izahlarını da daxil eləmişəm ora ki, operativ şəkildə. Səhv eləmirsən, baxırsan aşağıdakı müəllim görüm nə yazıb bura izaha. Nə deyib? İzahı da var altında. Aha, anladım müəllim. Hə, Hə. ümumiləşdirici sınaqlarımızı isə dərsdə canlı izah eləyəcəm. Mövzu sınaqlarının hamısı rahat formadadır deyə. Onların demək olar ki, çox adamda səhv bir dənə filan çıxır. Problem olmur. Ümumiləşdirici sınaqları isə canlı dərsdə eləyirəm. Yaxşı, Elə mən ələm dərs... belə canlı yapdırdı ki, müəllim, bir-birimizi ola bilsin Hə, ki, kimisə dediyi fikir mövzular adamın. asandır deyə onları qoymamışam. Ümumiləşdirici sınaqları canlı dərsdə birbaşa hamımızın gözünün qarşısında Aha. özüm O də çox sizlə xoş bərabər oldu. işləyəcəm. Sonra aşağıda dərs qeydləri var. Yəni kurikulum nədir mövzusunda müəllimin istifadə elədiyi konspekt dərs qeydi. Təkrarlamaq istəyirəm, nəsə iş görmək istəyirəm. İstəyirəm ki, əvvəlki mövzulara baxım. Video uzundur, 2 saatdır baxmıram. Sınağını işləmişəm, qoyuram kənara, açıram dərs qeydini, orada sağa vura-vura konspekti bir-bir, addım-addım gedirəm. Ki, üzərindən keçib təkrarlayıram. Təkrarlamaq üçün də rahatdır. Hə, mövzu sınağını təkrar işləmək istəyirəm. Təkrarladım, ürəyim rahat olmadı. Qoy bir sınağı işləyim. Hər dəfə bu mövzu sınağını təkrar açanda, hörmətli müəllimlər, belə bir sistemdə xüsusiyyət var. Sistem sualları dəyişdirir. Hər dəfə mövzu sınağını işləyəndə suallar dəyişilir. Variantları da dəyişilir yeri. Yəni siz variantları əzbərləmək olmur ki, 1A idi, 2B idi, 3D idi. Belə eləyə bilmirsiniz. Hər dəfə təzədən situasiyanı oxuyub, təzədən aşağıdan variantı tapmaq lazımdır. Sistem sualların yerini və variantların yerini dəyişdirir. Bu da o deməkdir ki, siz mövzunu təkrarlayandan sonra bir də təkrar sınağı işləyə bilərsiniz. Yəni bizim sınaqları əzbərləmək mümkün deyil. Sualların yeri və variantların yeri dəyişdiyi üçün hər dəfə işləyib özünə bir fayda götürmək olar. Bütün sınaqlar üçün bu keçərlidir. Yəni elə adam var ki, eyni sınağı bir 15 dəfə işləyib. Sistemdə məndə orada nəticələr görsənir. Neçə dəqiqəyə işləyib, nə qədər düz yazıb, nə qədər səhv yazıb. Baxıram 10 gündən bir, 15 gündən bir dəfə işləyir, həftədə 2 dəfə işləyir. Təkrar eləyir, işləyir, təkrar eləyir, işləyir. Sualların yeri dəyişdiyi üçün əzbərləyə bilmir, variantların da yeri dəyişdiyi üçün əzbərləyə bilmir. Hər dəfə beyin yenidən o fəaliyyəti icra eləyir. Özünə vərdiş yaradan bu cür müəllimlərimiz var. Belə. Hər dəfə təzə dərslər burada siyahıya ən altı tərəf gəlir. İndi siz bir çoxunuz açanda proqramda, indi kurikulum nədir yox, birinci mövzunu mən dərsə başlayıram, Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi. Və bütün yeni qoşulan müəllimlərdən xahiş edirəm ki, mütləq birinci dərsi dinləsinlər. Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsini dinləyin. Bu prosesə başlamaq üçün düşüncə tərzini dəyişdirmək mütləq lazımdır. Biz bu metodikanı əlimizdə olan bir məsələ kimi, imkanlarımızı yaxşılaşdıran bir məsələ kimi, keyfiyyətimizi artıran bir məsələ kimi düşünməsək çətin olacaq. Onu da eləmək üçün birinci dərsi mütləq dinləyin və yaxşı şeylərdən danışın. Bizim nəyimiz qalır? Bir martın biri qalır. Martın 8-i heç baz. Nəsə səhv Belə. etdim. Gecəniz xeyirli qalsın. Belə, Sağ olun. danışacağımız məsələ bu qədərdir. İstədiyiniz vaxt mənə yaza bilərsiniz. Şəxsiyyətdə mesajları cavablandırmağa çalışıram. Sağ olun, gecəniz xeyrə qalsın. Hörmətli müəllimlər, Tanrı yar və yardımçınız olsun. Növbəti dərsdə görüşənə qədər. Sağ olun, mənim gecəniz xeyir Sağ olsun. olun. Gecəniz xeyrə.